Arada sizə söz verəcəm. İcazənizlə başlayaq. Deməli, dəyərli yoldaşlar, mən bu məcəllə ilə başlayacağam. Bu sadələşdirilmiş vergidən hələ danışmayacağam. 5-10 dəqiqə danışmalıyam. Hər şey bu məcəllənin 220 maddəsini demək ki, əzbər bilirik. Neçə ilə istifadə maddə göstərəcəm bəzi məsələləri və işi gətirib bağlayacağam praktikaya. Axırda hesabatlı bir işimiz, balaca bir işimiz qalacaq. Bu sadələşdirilmiş vergi bəyənnaməsi 801-ci səhifədə başlayıb 817-18-də qutarır. Bir də əlavə bir var. Bu əlavə birdə mükəmməl formada öyrədəcəm. Misal üçün sizə bir belə həvəsli olasınız deyə deyirəm. Misal üçün mühasibələrin 90% əlavə birdə alınmış avansları yazır, verilmiş avansları yazmır, ədəbilərin əvəzini yazmır, filan yazmır. Biz məzəndə fərqi olsun, filan zərəri olsun, digəri olsun, kapitallaşması olsun, amortisasiyası olsun, təmirin xərcinin amortisasiyası olsun, təmir xərci olsun, gələcək aktivlər olsun, hamısını burada siz alınacaq. Balaca mövzu deyil. Bu açıram vergi məcəlləsinin 6-cı maddəsini, bu 6-cı maddədən bir 5-10 dəqiqə danışmaq məcburiyyətindəyim. Burada faylları da sizə göstərim. Baxın, sizin üçün istifadə olunan ədəbiyyat bunlar olacaq. Vergi məcəlləsinin 5 maddəsi, dövlət vergi xidmətinin 2 əmri olacaq. Ondan istifadə edəcəyik. Əlavə olaraq bu fayl üçün hazırlanıb 1 illik datadır. Yəni bir sadələşdirilmiş vergi ödənişinin satışıdır. Satışı, alışı, hər şey burdadır. Bütün alış variantları, bütün satış variantları var. Alış haqqı, ithal, qaymə, satışın bütün formaları hamısı burada yığılıb. Xərc mexanizmi, əlavə bir də avtomatlaşdırmışam sizin üçün. Bunu da inşallah verəcəm. Hesabatı buradan yığıb sonra kopyalayacaqsınız sadələşdirilmiş vergi bəyannaməsini. Bunu da inteqrasiya etmək olacaq. Bu bir material. Sonra istifadə edəcəyim əlavə ədəbiyyat hansıdır? 176 nömrəli Azərbaycan Respublikasının qanunu, 20 nömrəli aksizlə bağlı qanun, 556 nömrəli sahibkarlıqla bağlı qanun, prezidentin 1460 nömrəli ən vacib fərmanlarından biri və 48 nömrəli nişanlarla bağlı qanun. Bir də vergi məsələsi. Bu 6-cı maddə bizə deyir ki, Azərbaycanda 9 növ vergi var. Biz burada mən danışmaqla sizə işin yolunu açacağam və çox suala cavab tapacağıq 10 dəqiqənin içində. Bugün siz nə öyrənəcəksiniz? Vergiyə giriş, sadələşdirilmiş vergi bəyannaməsində bütün hallar. Çatdırmasaq davamı gələn dərs gedəcək. 2 ay olmasa 3 ay keçərik. Yəni belə bir marağımız, maddi və başqa bir marağımız yoxdur. Əsas odur ki, sizlər razı qalasınız. Yəni mən burada sizin üçün bir başqa bir fayl açıram, qaralama kimi istifadə edəcəyik. Yazıram bura. Bu vergiləri mən öz hesab kitabımda, bu təcrübəmdə 2 yerə bölürəm. 2 yerə bölürəm ki, dərsləri yoldaşlar daha yaxşı başa düşsün. Deməli, buraya 3 dənə vergi adı yazacağam sizin üçün. Mənfəət, gəlir və sadələşdirilmiş. Bu 3 vergi özü bir başqa dünyadır. Bir də bu 9 verginin bir 6 vergisi qaldı. Misal üçün deyə ən vaciblər ƏDV-dir, əmlakdır, aksizdir. Bunları yazım ki, bunlarla işim olmayacaq. Yazıram sadəcə. Yoldur, bir də mədən. Bir 9 növ Azərbaycanda vergi var, vergi ödəyiciləri üçün. O vətəndaşlar üçün əmlak və torpaq bunları qatmır. Biz buradan bir çəpər çəkirik ki, bu yuxarıdakılar daha ali vergilərdir. Hətta ƏDV-nin də keçirlərdə belə hesab kitabda. Bəzi nöqtələrdə. Bu 3 vergi məcburiyyətdir. Bütün vergi ödəyiciləri ƏDV əmlak, torpaq, bəli. Texniki səhvləri mənə bağışlayın da, bunlar vacib deyil. Texniki səhvləri bağışlayın, arada texniki səhvləri verin. Fikrim yayın, mesajı görürəm, ayrılıram, başqa aləmə keçirəm, qarışdıram mövzuları. O qədər informasiya var, planlaşdırmışam ki, sən nələrə keçsin. İndi bu mənfəət gəlir sadələşdirilmiş. Diqqətlə qulaq asın. Mənfəət gəlir sadələşdirilmiş. Biz bu 3 vergiden birini mütləq qaydada ödəməliyik dövlətə. Vergi ödəyicisi isə. Dünənki məlumata əsasən hal-hazırda ölkədə 1 milyon 620 min döyüm var, təsdiqlənmiş. Onun 200 mini hüquqi şəxslər, qalan fiziki şəxslər. Hesab edin biz mühasibələrin hərəmizə bir 100 dənə bölüm düşür. 100 dənə bölüm düşür, onu bir samballı olsa yaxşı pul qazana bilərik. İnşallah bu yolları öyrənəcəyik. Bu mənfəət gəlir sadələşdirilmiş məcburiyyətdir. İndi kimin üçün məcburiyyətdir? Biz ümumi vergi ödəyicilərini bölürük 2 yerə. Sadə bir şeydir. Bunu hamınız bilirsiniz. Zaten mən danışmasam mövzuya yol aça bilmirəm. Hüquqi şəxslər və fiziki şəxslər. Məcburiyyət belə olacaq ki, hüquqi şəxslər mənfəət ya da sadələşmiş qısa yazıram, SP. Ya da sadələşmiş. İkisindən birini bəzən seçə bilirlər, bəzən ikisindən biri olacaq məcburiyyət olur. Ya da ikisindən biri ola bilər ən yaxşı halda. Fiziki şəxslər ya gəlir, ya da bu da yəni SP sadələşmiş. Deməli, hüquqi şəxslər bu ikisindən biri ola bilər, fiziki şəxslər bu ikisindən biri. Yəni belə çıxır ki, mənfəət vergisi yalnız hüquqi şəxslərə aid ola bilər, gəlir vergisi yalnız fiziki şəxslərə. Sadələşmiş isə hər ikisində olur. Hətta bir xüsusi istisna var. Vergi məcəlləsinin 221.7-ci maddəsindəki eyni anda bu iki vergi mükəlləfiyyəti ola bilər. Gəlirlə sadələşmiş bir bölümdə ola bilər eyni ildə. Ard-arda yox, yan-yana ola bilər, yan-yana. Onları da izah edəcəm. Bunu başa düşdük. İndi mən bu aşağıdakı 6 vergi nədir? Bu aşağıdakı 6 vergi duruma görə yaranır. Əmlak varsa olacaq. Mədən misal üçün verir Siraf şirkəti, Badamlı şirkəti, İsti su. Bu daş qarşılar. Yerdən hesab edir, dövlətin sərvətini bu mədən vergisini ödəməklə birlə özəlləşdirirlər, satırlar, pul qazanırlar. Yol vergisini aspekt oldu, torpağı olanlardır. Aksisi Azərbaycanda şərab istehsal edənlərdir misal üçün. Əmlak əsas vəsait olanda ƏDV-nin də hesab kitabı böyüdüyünü ayrıca danışacağıq. İndi burada bir 4 dənə termin var. Bu 4 dənə terminə mən giriş eləyəcəm, ondan sonra dərsə başlayacağıq. Bu terminlər sözdə belə bir yüngül görünür, belə az informasiyalı görünür. Amma misal üçün bu gəlir termini ki yazıram burada, bu gəlir termininə görə bir də bu sözün açıqlamasının ana bazası olaraq əlavə dəyər vergi bəyannaməsində 4 dənə əlavə yaratdım. 4 dənə əlavə. Deməli gəlir, xərc, mənfəət, üzr istəyirəm və zərər. Xalisə ehtiyac yoxdur. Bu gəlir terminin məcəllədə xüsusi açıqlaması var. Gəlir 13.2.12-ci maddəyə. Gəlir sözü ilə biz artıq biləcəyik ki, mənfəət gəlir sözü ayrı sözdür, gəlir vergisi ayrıdır. Bu vergilərin mexanizmini bu söz bizə izah edir. Deyir ki, gəlir malların, işlərin və xidmətlərin təqdim edilməsinin dəyəridir. Yəni gəlir odur ki, üzr istəyirəm. Məsələn, bu telefonu mən satıramsa 50 manat, ƏDV-ni qatmıram. 50 manat. Bunu neçəyə almışdım? 48 manata. Üstünə 2 manat əlavə qoymuşdum. 50 manat gəlirdi. 2 manat yox. 2 manat adı yoxdur. Ticarət əlavəsində belə məsələ deyilən desək. Qazanc da tamam başqa cür hesablanır. Bu 50 manat şirkətin gəliri. Yəni satışın dəyəri ƏDV-siz, onun şirkətin gəliri. Mal iş xidmət fərqi yoxdur. İndi satışdan kənar gəlir birazdan izah edirəm. Tələsmə. Qalxırıq yuxarı. Bu da bir təqdim edilməsi. Deməli gəlir termini təqdim etmə olmadan yaranmır. Gəlir. Deməli aldığım avanslar mənim gəlirim deyil. Düzdür? Aldığım avans deməli gəlir deyil. Tabii getdi. Deməli deyir ki, təqdim elə sonra ümumi dəyərə bax. Pul alıb baxmağına ehtiyac yoxdur. ƏDV-ni qatmaqla bu 3 dənə vergidən danışıram. Mənfəət gəlir sadələşmiş, biraz da testdə danışıram çünki informasiya boldur. İndi qalxıram yuxarı. Vergi məcəlləsinin 13.2.10-cu maddəsi. Biraz sizə bunlarla yoracağam. Sonra dərsin yağlı yeri biləcəksək başlayacaq. Biraz səmimi olar, biraz loğu misallar çəkək ki, hamı başa düşə bilsin. Mən də terminoloji lüğətdən istifadə edə bilirəm. Yəni ona ehtiyac yoxdur. Malların təqdim edilməsi deyir ki, filandır. Burada malların təqdim edilməsi bir 5-10 növü var. Baxın mən misal üçün deyirəm, əlavə 3 ki var misal üçün ƏDV-də bu terminlərlə yaratdım. Təqdim edilməsi sözü elektron qaymanın ana sözüdür. Nüvə taksisdən qayma yazanda bu sözə vurulur. Təqdim etmə, hədiyyə vermək də olar. Malı hədiyyə verəndə də qayma vurulur, malı barter verəndə də qayma vurulur, malı pulma satanda da qayma vurulur, malı endirmə verəndə də qayma vurulur, kilova görə də qayma vurulur. Bu təqdim etmə əməliyyatı bizim gəlirimizdir. Yəni malı hədiyyə də versən ki, əməliyyatın dəyəri. Yəni pulu qoyur qırağa. Əməliyyatın dəyəri gəlidə çevrilir. İndi bunu qoydum bir qırağa. Bu 3 vergidə gəlir terminini bildik. Xərc terminindən növbəti dərsdə 2 saat danışacağam. Mənfəət nədir, zərər nədir birazdan biləcəksiniz. İndi gəlin bir balaca düstur quraq. Bu vergiyə video olacaq. Burada sıfırdan öyrənənlər də 3-5 dəfə xahiş edir ki, mənə də yaz, mən də bir şey öyrənim. Sıfırdan keçirəm. Həm ibtidai formada keçirəm, həm də ali audio formasında mövzular inteqrasiya edəcək. Düşürəm aşağı. Burada dəyərli yoldaşlar. Sizə bunları silirəm buradan. Bu bizim yerimizi tutur. Bu 2 dənə vergini də vergi məcəlləsinin 104.1-ci maddəsi mənfəət vergisinin düsturunu verir. 95-ci maddə gəlir vergisinin düsturu 96. Sadələşmişdə də 219.1. İndi biz gələ bir dənə bu düstura baxaq, ondan sonra başlayaq işimizə. Maraqlı bir dərs olacaq. Bizim bu vergi tutmada gəlir və xərclər iştirak edəcək. Gəlir xərc və vergi məcəlləsinin 12-ci maddəsi var. 12-ci maddə dəyərli yoldaşlar, vergi tutmanın
üzr istəyirəm, daha doğrusu 9 dənə vergi yükü dedik. Onların 9'unu da özündə birləşdirən 6 artıq nöqtədir. 6 dənə nöqtədir. Yəni bütün vergilərdə bu 6 nöqtə olmasa bu verginin vergi demək olmaz. Ona icazə yoxdur. Çünki məzələ şərt qoyur ki, bu 6 dənə şərt varsa o dövlətin vergisi ola bilər. O buradakı ifadələrdən biri də dövr sözüdür. Yəni dövr olmalıdır. Ədəbi aylıqdır, aksız aylıqdır, mədən aylıqdır, yol aylığı var, digər forması var, sadələşmiş ürün. Biz interval seçməliyik dövlətin qoyduğu həmin dövr üçün vergi hesab edə bilərik. Biz özümüzdən şərti burada bir dövr yaradaq, belə bir dövr var. Həm sadələşmiş, həm mənfəət, həm gəlir vergisinin qısa mexanizmini veriləcək. Çox vacib nöqtələrə toxunacağam. Deyək ki, bizim şirkətimizin gəliri olub 190 min manat. Yəni misal üçün bir 3 aya 190 min satış eləmişik. Satışın rəsmiləşdirilməsi necə olur onu danışacağam. Qayna ilə, ixracla, kassa ilə, mədafə qəbzi ilə və sair belə. Xərc də deyək ki, olsun bir 140 min. Misal üçün əmək haqqıdır, icarədir, işıqdır, qazdır, malın dəyəri, satılmış malın dəyəridir, alınmış xidmətin dəyəridir, gələcək dövrün xərcinin daxil olan qayməsidir. Bu tip xərclərimiz var. İndi bu belə bir misalımız olsa, sadələşmiş vergilə vergi necə hesablanacaq, mənfəətdə bunu mən şifahi yox, məzələ ilə göstərmək istəyirəm. Bu mənfəət vergisində düstur belə olacaq. Deyir zəhmət olmasa keç vergi məcəlləsinin 104.1-ci maddəsində mən sənin üçün düstur vermişəm. Deyir gəlirdən xərci çıxır, 20%-ni verməli qalan pulun. Bax görürsə gəlir xərc. Gəlir sözü vergi məcəlləsinin az öncə göstərdik 13.2.12-ci maddəsidir. Deməli mənfəət vergisində də avanslardan vergi tutulur. Yəni bunu demək istəyirəm. İşi bura gətirməli. İşin fəlsəfəsini başa salmaq istəyirəm ki, belə bazardan belə bir ünvan olsa izah etmək istəyirəm, düzgün satan qədər. Deməli mənfəət vergisində gəlir anlayışı yox. Avans anlayışı yox. Hələ bunun əlavə 5 hissəsini danışmıram, azad olma, bunun mövzunun sarfını dəyişməyək də. Deməli burada 190 min gəlirdən çıxmalıyam, 140 min xərci, ortada 50 min pul qalır. Bu 50 minin adı mənfəətdir. Bu 50 minin adı mənfəətdir. Dövlət deyir, əgər sənin vergin mənfəətdirsə bunu sistemdən oxuyulub da görürük. 50 minin zəhmət olmasa 20%-ni verməli, 10 min manat. İndi burada güzəştləri qatmıram da. Bu sadələşmişdə necə olacaq? Gəlir vergisi də bunun payıdır, belə deyək, doğru dildə. Sadələşdirilmiş vergidə isə burada pul anlayışı olmadı. Ümumiyyətlə kassa mezginlərə qatmasaq mənfəətdə pul məsələsi yoxdur. Sadələşdirilmişdə həm pul məsələsi var, həm də yoxdur. Digər elə şey yoxdur. Amma pulla da yox, elə deyil. Həmişə pulla deyil. Gəlirəm vergi məcəlləsinin 219.1-ci maddəsinə 219.1 sadələşmişin hesablama mexanizmini verir. Yəni adiyetini verir. Deyir ki, ay Elşən, bax bilmirsənsə oxu. Hesabat dövrü ərzində adı Elşəndir, yəni sözü təqdim elədim, özümü misal çəkirəm də. Hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən, yəni sahibkar biznesmen tərəfindən təqdim edilmiş mallara görə, işə görə, xidmətə görə, əmlak, yəni əsas vəsaitin satışına görə ümumi hasilat. Ümumi hasilat əməliyyatın dəyərinin daxil olmasıdır. Yəni pul. Mən mağazada telefon satıram, fineska satıram, qənd satıram, yağ satıram, satıram pul alıram. Satıram pul alıram. Hə sadələşmişdə pulla məsələ tənzimlənir. Misal üçün ƏDV-nin 166-cı maddəsində yazılır ki, kassa aparatından tutan kimi ƏDV ödəməlisən. Sonra puldan danışmır. Amma sadələşmişdə demir kassaya vurdum mən. Pul daxil olmalıdır bizə. Ümumi alver olsa puldur. Sonra deyir ki, ha belə. Bununla bağlı sadələşmiş vergi bəyannaməsində 804.1-ci səhifə var. Ha belə satışdan kənar gəlirlərin həcmi. Burada puldan danışmadır. Deməli biz bilməliyik ki, satışdan kənar gəlir nədir? Bizim sahibkarda olsa onu vergiyə salaq. Satışdan kənar gəlir vergi məcəlləsinin 13.2-ci maddəsinin 2-ci abzasındadır. Müsbət məzəndə fərqidir, kreditor borcların bağışlanmasıdır, digər gəlir növləridir. Bir növ lori dildə belə danışsaq, lori dildə. Misal üçün mənim biznesim telefon satmaqdır. Mən telefondan başqa digər əməliyyatlardan pul qazanıramsa, alverimə aid bu satışdan mənim əsas satışımdan qraf gəlirdi də. Əlavə fəaliyyət kodu demirəm. Yəni bir əlaqəsi olmayan bir pul qazanmışam. Bir bu satışdan kənar gəlir. Misal üçün Əli, Vəli, Pirvəli sənin ona olan 2000 manat borcunu bağışladı sənə. Bax iddia müddəti məsələsi ola bilər. 2000 sal vergiyə tabi getdi. Və yaxud müsbət məzəndə fərqi olub nə qədər olub 300 manat. 2%-dən 6 manata verməzsə orada pul amili yoxdur. Ona görə biz bu maddəni təhlil elədik ki, sözü verəcəm sizə. Giriş biraz ağır olur, çətin olur, mən də biraz həyəcanlı oluram. Bilmirəm, yaxşı danışıram, pis danışıram. İnşallah ki, yaxşı olacaq. Bu maddə bizə isbatladı ki, sadələşdirilmiş vergidə burada təqdim edilmişdir sözü avansa nida qoyur. Yenə bizə deyir ki, təqdim eləməlisən. Təqdim eləməlisən, pul almalısan. Ya pulu alıb sonradan təqdim edirsənsə, avansı saxla qrafda qalsın, çoxluğa yaz. Malı satanda vergiyə cəlb edərsən. Bu məsələləri bilir. Ümumi biz bir belə nəticə çıxartdıq. Mənfəət vergisidir, gəlir vergisidir, sadələşdirilmiş vergisi şirkətin gəlirlərinə tətbiq olunur. Ondan sonraki hissədə sadələşdirilmişdə bir məsələ pulla baxdıq. Çox sağ olun, çox sağ olun. Biraz dəyərli yoldaşlar, ola bilsin, biraz yaxşı danışmaq. Mən danışma təcrübəmə şübhə eləmirəm. Belə təvazökarlıq, hər şey qoyuram buna, biraz sadə olar da. Mən olsa danışmağı bacarıram. Sadəcə biraz kütlə böyüdü, belə siz belə böyük dəyərli insanlar, biraz da narahatam ki, birdən nəsə yaxşı bir söz demirəm, filan kəsə xoşuna gəlməz. Ona görə biraz havanı tənzimləməyə çalışıram. Ona görə bir yaxşı danışmasam elə məni danlamayın, bir həyəcanlanacam, o dərsi başlayacağam bir. Birazdan söz verəcəm, yaxşı pis sözlərinizi deyərsiniz. İndi bu sadələşdirilmiş əsas mənə lazım ki, nəticə olsun. Tamam, pis söz olacaq, yaxşı söz olmasa fərq eləmir. Deməli bu sadələşdirilmiş vergidə mən deyirəm ki, bu 190 minin 170 min manatını müştərilərdən almışam, 20 minini almamışam. Hə 170 minin 2%. 170 minin 2%, sadələşdirilmiş vergi 7-8% dərəcəsi var. 6-sı məsələ ilə tənzimlənir, bir məsələdən qraf tənzimlənir. İqtisadi zona prezident təsdiqi 0.5%, onu ayrıca keçəcəm. Bu 3400 manat oldu vergi. İndi Yasin qayıdıb deyəcək ki, müəllim mən niyə 10 min vergi verirəm? Mən elə 3400 sadələşmiş seçərəm də. Bu bəzən Yasimin əlində olur. Bəzən Yasimin əlində olur. Kitabın əlində olur. Kitab sənə qoymaya bilər. Bu ümumi başa düşdük. Vergi mexanizmini başa düşdük ki, kimsə bir alver eləmək istəyirsə, ya bu vergini məcburi verəcək, ya bu vergini. İndi siz bugün nə öyrənəcəksiniz? Hələ bu nəzəriyyənin içindən nə öyrənəcəksiniz? Baxın burada bu sizin üçün qəşəng bir siyahı, bəzəkli bir siyahı hazırlamışam. Bu üçünü qoydum bura. Hesab edin ki, bu üçünü danışdıq. Kimlər sadələşdirilmiş verginin ödəyicisi ola bilər? Bunu mən tamam fərqli formada izah edirəm. Bu nəzəriyyədən əsas alanı tanıyacağıq inşallah. Kimlər sadələşdirilmiş vergi ödəyicisi ola bilər, kimlər ola bilməz? Kimlər həm ola bilər, həm ola bilməz? Sonda da hesabat və əlavə bir. Bu hesabat əlavə bir, bu dərs olacaq hesabat, gələndə əlavə bir olacaq. İndi gəlirəm dərsə. İndi bizim dərsimiz başladı. Biz bir formada dərsə yol açdıq, bir tərələrində. Sizə bir söz verim. Söz deyərkən yazılı formada çox xahiş edirəm. Bu 99 nəfərsiz, məndən 100 nəfər, 2 şərəf xanım digər yoldaşlar oturur. Suallara tələsməyə çox xahiş edirəm. Baxın dəyərli yoldaşlar. 7 ildir təlimlə məşğulam, 4 ildə natiqi tədris almışam. Bu fikri ifadə etmək, çatdırmaq mexanizmi onunla bağlı təlimçilik almışam. Bu suallara tələs. Suallar dərsi korlayacaq, belə lol verəcək. Sualların hamısı cavabı çıxacaq. Hamısı birləşəcək puzzle kimi. Xahiş edirəm tələsməyə. Siz yazırsınız, mən özüm baxıram, hər şey yaddan çıxır. İstədiyim bir plan qurmuşam. Sonrakı 5 dəqiqənin planını qurmuşam da danışacağam. Bir fikir bir günün. Gedişat yaxşı desəm, olsa girişi bir normal eləyə bildik, ürəyimiz oldu mu? Hələ dərs başlamayıb, yenə müəllim olaraq səsim birdən xoşunuza gəlməz, bəs danışaram. Özüm çox tez danışıram ki, məlumat o qədər çoxdur, bilmirəm hansını deyim. O yüzden hər şey danışmaq istəyirəm sizə. Deyirlər, yoldaşlar deyir yaxşıdır. Hələ ki biraz yalandan da olsa tərifin, yəni ki, yaxşısını göstərəcək. Okay, başlayalım. Yaxşı, mən sizi başa düşdüm. Əla, çox gözəl. Sağ olun Günel xanım. Hə. Bütün yoldaşlara təşəkkür edirəm. Başlayırıq dəyərli yoldaşlar. Sadələşdirilmiş vergiyə başlayırıq. Bugünkü dərsimizə başlayırıq. Bu mesajlar icazə versə saxlayaq. Mən məcbur baxıram ki, birdən bir vacib sual var. Hə, saxlayaq. Bu 218-ci maddədən başlayırıq. Mən sizə 13+1 qaydasını öyrədəcəm. 13+1. Deyərsiniz müəllim bu nədir? Birinci dəfə eşidirik, bəlkə birinci dəfə eşidirik. 13+1 sadələşdirilmiş verginin sütunudur. Mən sizə 14 eləyim. 14 dənə hal öyrədəcəm ki, deyərsiniz 14 deyil, 13 deyil, 14 dənə hal öyrədəcəm ki, bu 14 dənə haldan biri bizdə olsa, bizim sadələşdirilmiş vergi olmağa icazəmiz yoxdur. Yəni bir qısa məlumat verim. Misal üçün Yasin gəlib deyir ki, ay müəllim, mən apteka açmaq istəyirəm, 100 min pulum var misal üçün. Mən 2% vergi verəcəm. Deyirəm yox elə şey yoxdur, 2% sənə qadağandır. Misal üçün Yasin gəlib deyəcək ki, müəllim, mən mühafizə şirkəti açmaq istəyirəm. Deyirəm 2% icazə yoxdur. Harda
yazılıb açıq göstərəcəm. Lakin qayıdıb deyə bilər ki, mən dəmir istehsal edəcəm 14 dənə işçiylə. Deyirəm sadələşmiş yaddan çıxıb gətirən icazə yoxdur. Bu izah edəcəm. 200 mini keçib ədəbiyyat düşmə mexanizmi, 200 mini keçəndən sonra hesabatların necə nəzarət hamısını izah etməyə çalışacağıq. İndi açıram vergi məcəlləsinin icazə bizdən. 218 üzr istəyirəm. 218-ci maddədən başlayır. Bu 17-ci fəsil sadələşdirilmiş vergi. Vergi məcəlləsinin yeganə maddələrindəndir ki, bu 218.1.1 yeganə maddələrindəndir ki, bunun antonim maddəsi var. Biri deyir 200 mini keçə bilməsən, o biri ədəbiyyatda 200 mini keçməlisən. Biri 155.1-dir, biri də budur. İndi mən sizə nəyi göstərmək istəyirəm? Bu sadələşdirilmiş vergidən danışırıq. Sadəcə bina tiksən də sadələşmiş ola bilməzsən, aptekasan ola bilməzsən, belə 20% verəsən. Onları bu gün onu öyrədəcəm ki, biz təyin edə bilərik. Cəmaatın işini qarışdırmaya bilərik. Sahibkar bizdən 2 ildən sonra belə görürsə səsi çıxır. O səs çıxmağa imkan vermir. İndi mən burada faiz dərəcələrini yazıram. Sadələşdirilmiş verginin faiz dərəcələrini yazıram. 0,5, 1, 2, bu hansı faizlər? 4, 6, 8, bəsdir. Burası 1, 2, 3, 4, 5, 6 faiz dərəcəsi var, üzr istəyirəm. Stakan bilməm, stakan. 6 faiz dərəcəsi var ki, bu 5 dənə, bunun bu 2 dənə topaz falandır, mən bunları keçmirəm, bunları sevirəm burada. Bu hələ ki lazım deyilsə, topazdır, loteriyadır. Bu 1 dənə faiz banklar üçündür, deyəcəm onun hesabatını da öyrədəcəm sizə. Bu 0,5 faiz, bu iqtisadi zonalar üçün, burada dönərxana açanda, mağaza açanda biz onu istifadə edirik. Hələ bunu da qoyuram beraber. Bizə 2-dən 8 lazımdır. Hələ bu 8-dən də işim yoxdur, 2-nin üstündə işimizi quracağıq birazdan. Deməli bu vergi məcəlləsinin 218.1.1-ci maddəsi bizə yol yöntəmi göstərir ki, sadələşmiş vergi ola bilərsən ya yox. Nə deyir? Bura kimi oxun. Bu bizə lazım deyirlər. Deyir ardıcıl 12 ayda vergi tutulan əməliyyatlarının cəmi həcmi 200 min manatdan çox deyilsə, mən öz bildiyim kimi deyirəm, sadələşmiş ola bilərsən. Bunun alqoritmini izah edəcəm. Burada ildən danışmır, aydan danışır. Misal üçün deyir ki, bunun axırda misalını verəcəm sizə. Bu deyir ki, misal üçün Yasin MMC mayda yaradılıb, may ayı 2024-də. 24-ün mayı da daxil olmaqla növbəti ilin mayına kimi, növbəti ilin mayını saymır, onu saysa 13 olacaq. Deməli, may, iyul, avqust, sentyabr, oktyabr, november, dekabr, yanvar, fevral, mart, aprel. Bu 12 ayda aldığı hesabla, hesablayıram 190 min, problem yoxdur. Keçirəm 13-cü aya. Artıq 13-cü ayın alvermə keçəndə əvvəldən o birinci ayı silirəm. Qabağa keçirəm, arxadan bir silirəm, qabağa. Belə sonuncu 12 aya baxıram. Və yaxud 3 aya da 200 min keçə bilərəm. Yəni demək istədiyim odur ki, hələ ki sözlə danışıram, bunu görəcəksiniz pratikada. Bunun hələ vaxtı deyil. 200 min məsələsi odur ki, dövriyyəmiz 200 mini keçmirsə, misal üçün mən indi yaşayıram sizlə bir yerdə oktyabr ayında. Oktyabrın 31 baxacam alverə. Oktyabr və oktyabırdan əvvəlki 11 ay, toplam 12 ayın alveri nə qədərdir? 202 min. 200 mini keçdi. Oktyabırda mənim kitabım bağlanıb. Noyabrdan artıq mən mənfəət əldə olacaq. Bunlara gələcəm. Bunun izahı xüsusi veriləcək. Tələsməyin. İndi keçək aşağı. Bir dənə bir balaca məlumat verdim sizə. İndi gəlirik işin ən yaxşı yerinə. Bundan sonra bir dənə bu maddəni izah edəcəm sizə. Başqa nəzərə danışmayacağam. Bu 218.5 izah edəcəm. Keçirik sistemə. Praktikaya keçirik. Mütləq ki bunu bilək. Deməli dəyərli yoldaşlar, burada sizin Red Bull almışam, boş siqaret qutusu qoymuşam. İndi bu dərsi başlayıram. Bu Red Bull siqaret qutusu ilə izah etməyə. Bu hallarda nə deyir? Deyir ki, deyər ki, müəllim, siqaret məcburi qalmış. Siqaret olmasa mümkün deyil. Bu siqaret izah olunur. Siqaretə bağlıdır dərs. Ancaq siqaretdə var işarə, belə deyək. İndi bu 15 dənə hal sayır burada. Deyir ki, qardaş, aşağıda 15 dənə hal ki var, 13 dənə hal. Bu 13 dənə halda sən sadələşmiş olmağı yaddan çıxart. Burada indi lombard var, bank var, bina tikintisi var, başqa şeylər var. İndi misal üçün Yasin fikir, Yasin bunların hamısını bilirəm, Yasin tanıyıram, yaddan tuturam. İndi Yasin qardaş deyir ki, müəllim, bunu danışırsan, mən bunu praktikada necə edəcəm? Mən necə misal üçün aptekasanda mən taxta satırdım, sonra başladım aptekasına. O necə olacaq? Aləm deyəcək müəllim birinə. Deyəcəm aləm gəlməyəcək. Aləm birazdan göstərəcək yavaş-yavaş. İndi başlayıram bu birinci halda. Bu birinci hal 13 dənə belə sayacağam. Bunlardan biri bizdə varsa sadələşmişə icazəmiz yoxdur. Artıq bu 13 dənə haldan biri varsa, yuxarıdakı 200 min qüvvədən düşür. İstəyirsən alver 1 manat olsun, istəyir 100 min manat olsun. Bu 13-dən biri olsa 200 min qeyri işlət olur, işləmir. O qadağanı bloka düşür, onu istifadə edirəm. İndi oxuyuram. Bu özüm bir balaca məlumat verim, yenə deyirəm. Məqsəd burada bizim istənilən sayda tələbəmiz də var, gəlir də formalaşır təlim mərkəzində. Zaten bu faydalı işlə məşğul olmaq istədik, bu yaxşı bir işdir, dəstək verir birimizə. Burada mən sizə bir söz deyim. Bizim vergi təhsilimizdə var, müəllimlərin vergi işçiləri oldu, 30 il stajı olanlar. Bu vergi sotu baxımından. 4 ildə gömrük dərsi almışam. Bu gömrüyü də biraz yaxşı bilirəm, biraz bilirəm. 100 dənə 150 dənə qərar oxumuşam onunla bağlı. Bu dərsin bəzi hissələri gömrüyə baxacaq. Sizə hətta gömrükdən, ixaldan, xaricdən gələn mallar haqqında böyük bir dərs keçəcəm. Maya dəyəri hesablamağı başlamış, onları inşallah öyrədəcəyik. Burada bu gömrük aidiyyatı var, ona görə dedim. Bu aksizli və məcburi nişanlanma ilə nişanlanmalı olan malları istehsal edən şəxslər. Adam bunu oxuyur, heç nə başa düşmür. Nə yazılır, hesablama baxır bilmir. İndi mən bunu necə izah edəcəm? Bu aksizli sözü kağız parçası demək. Baxın bu Red Bull göstərim sizə. Üzr istəyirəm, dərs mənim Red Bullun yeri deyil. Bu Red Bullun üstündə bu kağızı görürsünüz, bax bu indi kopya var. Bu kağız aksiz kağızdır. Bu sözü nəzərdə tutur orada, bu sözü. Aksizli malı nəzərdə tutur bu sözü. Bir də bu ekranı verim aşağıda. Bir də bir aksizli mal demir, aksiz nişanı deyil. Bir də məcburi nişan deyil. Bu məcburi nişan hamıdan üzr istəyirəm. 5-6 aydır ki, siqaretin alveri dəyişib. Bu siqaretdə də əvvəl bu Red Bull'dakı kağızdan olurdu. Məsəl üçün Yasin yazmışdı ki, mənə, müəllim nə oldu bu saxta siqaret çəkirik? Biz deyirəm yox, qanun dəyişib. Siqaret saxta deyil. Bunun saxta olmadığını buradan bilirik. Siqaretin bu arxa hissəsində QR kod qoyulur, matris qoyulur. Bu məcburi nişandır. Bu məcburi nişandır. Vergi gəlin mağazalarda saxta aksizli malları belə tapır. Bir də bu siqaret qutusu boşdur. Bunun burasında da onu yapışdırıblar. Yəni bunu mən nə izah edirəm deyəcəm. Bu Red Bull siqareti tutar. Deyir ki, aksizli və məcburi nişanlanmalı malları istehsal edən şəxslərin bu 2%-ə icazəsi yoxdur. Yəni Red Bull istehsal edən, Red Bull Türkiyədən gəlir, Türkiyə xəttindən gəlir. Siqaret zavodları var Azərbaycanda. Misal üçün Yasinin ürəyindən keçər bir siqaret zavodu açsın, bir partlayış eləsin, alver eləsin. Yasin mənə desə ki, mənim kalkulyatım var. Yəni aparım məsələn 5000 mənə pul aparım. Niyə desə burada mənfəət var, sos var. Deyirəm nə danışırsınız? Bu 2%-ni niyə vermirik? Deyirəm vergi icazə vermir. Çünki deyir ki, aksizlə məcburi nişanlanmalı mallar olmaz. İndi bunu danışdım yenə başa düşməm olmadı. Açıram başa düşməm olması üçün bu 48 nömrəli qərar. Bu 48 nömrəli qərar bu məsələyə nöqtə qoyur. Bu 48 nömrəli qərara giriş etməmişdən qabaq biz vergi məcəlləsinin bu 190.1-ci maddəsini oxumalıyıq. Bu aksizli mallar haqqında siyahıdır. Aksizli mallar aksiz bir vergidir. Misal üçün bunu belə izah edeyim də. Misal üçün dövlət deyir ki, otursan 1 manat vergi verərsən, ayaq üstə dursan 2 manat. Bu da bir vergidir. Misal üçün araq istehsal edirsən mənə vergi verər. Qayda qoy. Dövlətdən nəsə deyə bilmər yox. Bu 12 çeşid mal var. 12 çeşid yox, 12 kateqoriya mal var ki, bu mallara bəzi hallarda aksiz vergisi tətbiq olunur. İki haldır. Bir xaricdən gətirəndə, bir də Azərbaycanda, bir xaricdən siqaret gətirəndə gömrük aksiz vergisi verirsən, bir də Azərbaycanda o zavod deyirsən, malı zavoddan çıxardan verir. Başqa məhəllə marketdə siqaret satanda o vergini verir. Bu deyir misal üçün bütün məmulatlardır, spirt viskilərdir, maşındır, yaxtadır, qızıldır, brilyantdır, xanımların istifadə etdiyi şubadır, digər məmulatlardır, motosikletlərdir və s. belə. İndi demək istədiyim odur ki,
Bu aksiz kağızı ilə bu QR kod ki var, bu qablaşdırılmış məhsul. Deyəsən bəs aksiz deyil axı. Bu mən bu danışmada qala bilmirəm. Bunlar danışım ki, dərsi gətirib çıxardım lazım olan yerə. Mümkünatı yoxdur, belə izah eləmək olmur. Nə var danışıram sizə? Ben sadələşmiş o yana da çevirəcəm bu yana. İndi burada bu qızıl misal üçün aksizdir mal. Amma qızıl qablaşdırılmamış məhsul olduğu üçün indi bir bahalı bir qutunun içində ola bilər. Amma qabı yoxdur da özü bağlanmır. Belə havası çıxarılmır da belə deyək. O qabda olmadığı üçün ona nişana ehtiyac yoxdur. Qızıldır, maşındır, avtobusdur, neft məhsulları aksiz olmur. Nişan olmur. Bir amma 48 nömrəli qərar deyir ki bizə, bir bax qardaş, tütün məmulatlarından QR kod olur. Bu içkilərdə aksiz olur. Və başqa nişan yoxdur. Qızılımızda ehtiyac yoxdur. Bütün bu yarım litrlik araq, 1 litrlik araq hamısının kağızı var. Yazıblar bura. Bu da şeydir, bu siqaretdə göstərdiyim bayaqki şəkildir. Bu mövzunu bağlam. Deməli buradan belə bir nəticə çıxartdıq ki, birdən üzr istəyirəm 218 51. Birdən Yasin siqaret istehsal etmək istəsə, yağ da istehsal etmək istəsə, məsəl üçün filan sadələşmiş ola bilməz. Bir dənə cavabı tapdıq. Müştəri sizə gələndə belə bir müştəri deyəcək ki, yox qardaş, sən də danışırsan. Mən bunu bilirəm. Biliyimiz biraz çoxalsın. Bunu bildik. Keçən bunlar o qədər vacib deyil, amma bunlardan da çox danışıram. Deyirəm bağışlayasınız sizə yoruram. Bu kredit təşkilatları ikinci siyahıdır. 218 51 bax bunları ki danışıram sizə. Bunları gətirib bəyannamədə bağlayacağam bir-birinə. Hələ bəyannamədə zənciri quracağam. Bu kredit təşkilatları ikinci siyahıdır. Banklardır, botlardır, lombardlardır. Bilirsən nə var qardaş? Bank açmaq istəyirsən, məsəl üçün Yasin bank, Yasin bir vergi əsas simadır burada. Yasin bank açır, Yasin lombard açır, Yasin bot açır. Onun vergisi mənfəətli olacaq. Nədən vergi verəcək? Verdiyi kredit faizlərindən, göstərdiyi xidmətlərdən, satdığı əmək kartlarından və sairə ilə. Satdığı əsas vəsaitlərdən, qeyri-aktivlərdən və sairə. Bir bank sansa banka birincisi dövlətin xüsusi nəzarəti var. Mən burada nəzarət mexanizmində deyəcəm. Dövlət vergi xidmətinin vergi tutmaya nəzarəti ayrıdır. Dövlətin ayrıdır. Hökumət ayrıdır. Vergi üzrə hökumətin tərkibində dövlət vergi xidməti icra edir. Orada iki mexanizm var. Bu maddələrdə siz görərsiniz ki, bu nəzarət başqa cür aparılır. Təbii vergi burada həll edilmir məsələn. Dövlət vergi orqanı əməkdaşları sərbəst hökumətin mexanizm başqa cür tənzimlənir deyəcəm. Deməli, üzr istəyirəm. Banklar 2% ola bilməz. Ola bilsin ki, məsələn, bir tanınmış mühasib olarsınız. Tapacaqlar ki, qardaş biz bank yaradırıq. Sən gəl bu mühasibatlıq sistemini deyərsən ki, 20%. Onda banka 2% maraqlı deyil. Bankda amma başqa sadələşmiş vergi olur. 1% aylıq hər ay hesabat verilir. Onu sistemə keçəndə göstərəcəm sizə. İndi düşürəm aşağı 3-cü hala. Bunları danışıb bu maddəni bilək. Bilək ki, bunu tam öyrəndik. Yalandan bu bəzə belə ünvanları danışmayaq. Bu 3-cü qeyri-dövlət pensiya fonlarıdır. Bu qeyri-dövlət pensiya fonları deyilən bir məfhum Azərbaycanda yoxdur. Bir ayda bax Milli Məclisdə bunun söhbəti qalxdı. Onları mən izləyirəm qanunlarla bağlı. Əslində yenə hələ ki saxlayırlar. Ola bilsin ki, təsdiqlənsin. Bu nə deməkdir? Bu məsələ bu rəhmətli mərhum prezidentimiz Əbül Fəzl Çibəyin vaxtında bu Milli Məclisdə qalxmışdı. Sonra saxladılar. Yəni özəl pensiya fonları. 30 il 25 ildir bu söhbət açılmır. Təzəli açılır 1-2 aydır. Yəni özəl pensiya fonları, misal üçün deyək ki, Müşfiq bəy bir dənə pensiya fond yaradır. Qanun layihəsi yoxdur Azərbaycanda. Mən sizə bir misal çəkim. Bu vergi məsələsində, cinayət məsələsində, konstitusiyada elə bilmir elə hər şey tətbiq olunur. Hər şey praktikada istifadə olunmur. İcra qanunvericiliyi aktı olmalıdır. Qanun layihəsi yoxsa eləyə bilmirik. Misal üçün qeyri-dövlət pensiya fonlarına bağlı qanun layihəsi yoxdur. Misal üçün biz 5 il qabağa kimi, 6 il qabağa kimi təxmin edirəm də, ƏDV geri al eləmir, telefon ƏDV geri al yox idi. Amma vergi məsələsi 165-ci maddəsində mən ən az 10 il vergidəyəm, 10 il maddə orada var. Başa düşürsünüz ki, yəni yavaş-yavaş dövlət şərait yaradır. Dövlət bu maddələri xaricdən götürür, dünya təcrübəsindən götürür, hər il bunu filtr edir, təmizləyir. Axırda istədiyimizə gəlib çatacaq. İndi ona görə deyirəm ki, bu yoxdur. Bundan heç danışmayaq. İnşallah 1-2 aya bu olacaq. Çox üzr istəyirəm hər birinizdən. Keçirin növbəti hala. Yorulmayın ha dəyərli yoldaşlar. Bu 101 nəfər qoşulub. Sizin üçün 500 nəfərlikdən paket almışıq. Mən bu əziyyəti çəkə bilirsiniz. Sizin işiniz məndən çətindir. Mən danışıram, özümü belə uzaqdan danışıram. Siz qulaq asırsınız. Bəlkə bir söz demək istəyirsiniz, onu deyə bilmirik. Sizin vəziyyətiniz daha çətindir. Yəni güc sizə düşür əslində. Xahiş edirəm bir hörmət əlaməti olaraq ən azından birinci dəfə dinləyək. Sonra bir-birimizdən bir taparıq, narahat olmayın. Nə desəz baş üstə, əsas siz öyrənə bilərsiniz. Öyrənmə belə çox səslənir. Paslarımızı aşağıda birilərimizi yedirək. Onsuz da bunları bilirsiniz. Yəni mən bir balaca bəzəyirəm, öz fərqli formada deyirəm. İndi gəlirəm burada. Keçirəm növbəti maddəyə. Belə fikirləşməyin, bu 2 aylar kitabla danışacağım. Bir dənə bu dərsdə, o bir dərslərdə hər dərsin öz mexanizmi olacaq. Bu əmlakın icarəyə verilməsi. Bu nə deməkdir? Bu o deməkdir ki, misal üçün, bu dərsdə yoldaşlardan kimin adı var? Sizin adlarınızdan. Xahiş edirəm gələn dərsdən hamı öz adını aktiv eləsin uzunda. Bunu yoldaşlar çəkirlər. Bunu bir sonra soruşacaq kimin adı nədir filan. Bunlar bizim üçün vacibdir. Bu Əkbər yoldaşımız, Əkbər qardaşımız, bizim dəyərli yoldaşımız. Misal üçün Əkbər qardaş gəlir mənim yanıma, deyir: "Ay Eşən müəllim, Ay Eşən bəy, Ay Eşən filan kəs. Mənim bir dənə fikrim var, 1 milyon pulum var. Əkbər deyəcək belə bir şey yoxdur. 1 milyon pulum var. Mən istəyirəm bir plaza tikim, fiziki şəxs böyüyünə kirayə verim, pul qazanım. Sən elə ki, onun vergisi az olsun." Deyəcəm mən eləməli heç nə yoxdur. Elə tempo bu icarədir, orada eləmək mümkün deyil. Başqa şey olsa nəsə eləyərdik, belə çıxmaz. Bunu heç eləmək olmur. 14%-dən vergi verməlisən. Bu icarədə 2%-i yaddan çıxartmaq lazımdır. Bu maddə məsələlərinin ən gözəl maddələrindən. Bu maddənin davamı var. Birazdan deyəcəm. Bəzi hallarda bu Əkbər qardaş deyəcək ki: "Ay Eşən müəllim, mənim məhəllədə bir dənə mağazam var. Orada məsələn maşın yağı satıram pərakəndə. İndi mənim bir dənə evim, bir dənə obyektim var, onu kirayə vermək istəyirəm. O kirayəni oturmaq, o mağazanın 2%-ni də 14% edeyim. Deyirəm ki, ehtiyac yoxdur. Bu yeganə sahələrdəndir ki, bir vergi ödəyicisi həm icarə verib pul qazanırsa, həm misal üçün maşın yağı satır, siqaret satır, çörək satırsa, həm 2%-dən həm 14%-dən yan-yana işləyə bilər. Bunu mən hələ müvəqqəti sizə göstərirəm. 221.7-ci maddə oktyabr ayının 19-u bizim böyük bir ödəniş sistemləri olacaq 4 saatdır. Gəlir vergi bəyannaməsinin bütün punktları buna qoşularsa orada bunları izah edəcək. Bu 221.7 deyir ki, bunu deyim biləkdə savadımız daha da təkmilləşsin. Deyir: "Ay Eşən, icarədən qazanırsan, sən lobbylə deyirəm. İcarə ilə yanaşı digər alverlərlə məşğulsansa, bir dənə bu 200 min limitini gözlə zəhmət olmasa, işini gör. Sadələşmiş şey buna verir, o birinə də 14% verir. Amma o şərtlə ki, sənin gəlir və xərclərin 2 il sot olmalıdır. Yəni bunu bu icarəyə ayrı mexanizm qurmalısan, bu pomidor xiyarı məsəl üçün meyvə tərəvəzə maşın yağına ayrı mexanizm. Bu da mümkündür, bunu mən praktikada eləmişəm. Bunu qaydacağıq, buna tələsməyək. Bu bəzi məsələlər var ki, vergi orqanı şikayət falan edəndə gəlib ki, qardaş, bura bunu niyə yazmısan? Bir də görün bunun məqsədi nədir? Deyirəm o maddə ilə bu maddəni uzlaşdırmışam, bu məntiqdə deyil, hə, qəbul elədik. Ya mən səhv edirəm, mənə yaz bildirib düzəldirəm hesabat. İndi bəzi məsələlərdə başımızı işlətməyə çalışırıq ki, elə eləyək ki, nə dövlətə ziyan dərsin, nə sahibkar. İndi keçirəm 5-ci hala. Bunun adını da belə qoydum ki, birdən mən arendadan pul qazanmaq istəsəm fərqi yoxdur. İstəyirsən gəlinlik ver arenda, istəyirsən kostyum ver, fərqi istəyirsən ev ver. Arendadır, daşınan daşınmaz heç bir fərqi yox. Olmaz. 2% yaxın satmaq lazımdır. Çünki passiv gəlirlərdə aşağı vergi dünya təcrübəsində nəzərdə tutulur. Beynəlxalq təcrübədə passiv gəlirlərdə burada vergi faizləri həmişə ifadə olunur. İndi düşürəm aşağı, növbəti bənd 4 dənə halı keçdik. Deməli aksizi keçdik, bankları keçdik, sığortaya ehtiyac olmadı pensiyaya, icarə. Bunlar da sadələşmiş olur. 2 manat tərəf qabaqlar. Bir təbii inhisar subyektləri. İndi yavaş-yavaş başlayırıq sizdən qərarlara baxmağa. Bu təbii inhisar subyekti nədir? Bu tənzimlənir. Çox üzr istəyirəm. Arada nəfəsimi dərin. Bununla bağlı Nazirlər Kabinetinin qərarı var. 30-40 dənə idarə var ki, Azərbaycanda 372 nömrəli qərardır. Qərar qanunlarla işləməkdə deyərəm sizə inşallah. Bunlar bizim üçün vacibdir. Bizim biliklərimiz qərarsız bizim günümüz olmasın. Yəni bunu bilməyən işi sağlam apara bilməzsə bu qərarları bilir. Bu qərar heç lazım deyil o qədərdə, amma vacib qərarlar var. Burada 30-40 dənə idarə var. Azər İşıqdır, Azər Qazdır, Azər Sudur, Metropol. Bu təbii olan idarələr ki var, dövlətin, bir də dövlətindir də bunlar.
Bunların adını qoyurlar təbii inhisar. Təbii inhisar onlar da hesabat verir. Onların da böyüyü var. Sadəcə onlar mənfəət vergisindən böyüyü açırlar. Yenə azad olmalar olmayacaq qədər. Amma deyir böyüyü açmadı. Yəni böyüyü 2% açmadı. Bu nə deməkdir? Misal üçün Yasin deyək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir baş mühasibidir. Yəni nazir zəng edir Yasinə ki, ay Yasin, gəl yanıma məsələ var. Filan subyekti yaratmalı olacaq Azəri. Misal üçün Əmək və Əhalinin filan xəttinin filan xətti. Bu təbii inhisar. Yasinin də yadına düşür ki, müəllim demişdi ki, bunu 20% yaratmaq lazımdır. Yasin sənədləri yazacaq, gələcək vergi, ərizəni təqdim edəcək. O da seçəcək mənfəət vergisi. Bu texnika, bu sadəcə bizim üçün imişdir. Görünüş ayrıcı, bu oğlan savadlıdır, falan savadlıdır. Bu da istifadə olunan bir şeydir. Bunu yadda saxlayır. Təbii inhisar ən az bildiyi ki, filan qərarda, 172 nömrəli qərarda. Ne düşünürəm aşağıda? Bu biraz ağır məsələdir. Əslində bununla bağlı dəyərli yoldaşlar, bu bizim sizlə bu 2 ay, 3 ay boyunca dərslər bundan bitməyəcək. Sizin üçün hər bir gündən bir, hər 3 gündən bir sizin qrupunuza ödənişsiz video dərslər göndərəcəm, ekstra dərslər. Bir şəxsi hesab vərəqəsi 2 saat, bu ədəbiyyat hesabı 2 saat, bu xarici götürmə 1 saat, bu amortizasiya 1 saat, bu icarə 2 saat. Belə videolarımız çoxdur, hazırdır. Hazırda növbəli şəkildə hər 2 gündən bir biraz sabah atacağım sizin. O videoları oxuyurlar, baxırlar. Ümumi əlavədə olacaq. Hə, bu nədir? Bunu mən amortizasiya ilə bağlı qısa bir 2 dəqiqə icazə verirsiniz, izah edeyim ki, başlıca çatmışıq işin əsas tərəfinə. Burada da bu maddədə bizim dərsimizin zirvəsi olacaq. Buradan bəlkə bilərsiniz ki, bu müəllimin biraz da olsa bir savad vardı. Bu maddədən ki, dərsin ən yağlı yerində giriş edəcək. Logika desək. Bu nədir? Bu maddə nədir? Açıram buranı. Bura nə açıram? Keçirəm vergi məcəlləsinin 13.2.17 maddəsində əsas vəsaitdə. Deməli, dəyərli yoldaşlar, yarım saatdan sonra fasilə verəcək, hələ tələsməyək, 5-10 dəqiqə fasilə olacaq. Deməli, dəyərli yoldaşlar, biri var, mən əlimdə 2 dənə telefon var, bilmirəm, məni görürsünüz, yox, bilmirəm, burada mən gördürəm, yox. Bu əlimdə 2 dənə telefon var, biri Samsungdur, biri də Nokia-dır, biri 50 manatdır, biri 500 manatdır, misal üçün. Bunu da almışam, bu ikisini də şirkət üçün almışam, alıb eləmirəm, alıb satmıram, almışam, vermişəm işçiyə, birinə zəng gedir, birindən də asanlıqla pin verir. Vergi deyir ki, bunu 600 manat almışam, üzr istəyirəm. Deyir, fəaliyyətim üçün aldığım əşyalar ki var. Bunu bilirsiniz, yəni deməliyəm, bu da məzmun deməliyəm ki, cümlənin altına gətirirəm. Bir onun müddəti 1 ildən çox da qiyməti 500-dən az deyilsə, bunun adını sənin üçün qoyuram əsas vəsait. Və bunu sən bir dəfəyə rasxoda silə bilməzsən illərlə. Düz xətt metodu ilə, faiz metodu ilə, verginin tələb etdiyi vergi sotunda 2 metod var da praktik olaraq. Onlardan istifadə edə bilərsən. İndi mən bu Nokia-nı alan kimi rasxoda salıram, amma bu telefonu yox. Hə, indi gəlin nümunə deyim, misal çəkim sizə. Deyək ki, bir şirkət açılır, 1.5 milyon manat verilir, bir dənə avadanlıq alır. Turbo istehsal edəcək. 10 dənə maşın alır da turbo bişirən aparat alır. Bunu bu il aldımsa, vergi məcəlləsinin 114.3.2-ci maddəsi deyir ki, bu avadanlığı 20% amortizasiya edəcəksən. Misal üçün 20%, yəni xərci tanıyacaqsan. Mən gəlirəm, bunu niyə danışıram biləcəksiniz. Bunun 20%-ni tapıram 300 min. Bu ilki vergimdə 300 mini salıram rasxoda, qalan 1 milyon 200 min keçir növbəti illərə. Növbəti ildə 1 milyon 200 min 20%, 240 min, ondan sonra 960 min belə gedir. Vergi deyir ki, ay Elşən, indi sən bilmirsənsə ay Elşən, məcəlləyə bax. 2024-də sən amortizasiya elədin, köhnəlmə verdin, ilin sonunda 1 milyon 200 min qaldı. Deməli növbəti 25-ci ildə bu avadanlıq 1 milyon 200 mindən keçdi, qurtardı sənin kitabın bağlandı. Sən bu il bizi bir tər aldatdın 2%-dən işlədin, gələn ildə 2% ola bilməzsən. Çünki əsas vəsaitlərin qalıq dəyəri növbəti ilə 1 milyondan çox keçirsə, kateqoriyanın fərqi yoxdur, ümumi qalıq dəyəri. Növbəti ildən mənfəəti kitabı açılır. Bu cümləni görə oxumadım ki, biraz qəliz yazıblar. Gözləyin 218.5.6. Deyir qalıq dəyəri 1 milyondan artıq olan şəxslər. İndi misal üçün Yasin qayıdıb sual verə bilərsin, yalandan sual verəcək, birinci sualın cavabını. Deyəcəm müəllim, yaxşı bu 24-ün axırı 1 milyonu keçdi. Mən indi 24-də mənfəət vergisi verəcəm, sadələşmiş verəcəm, 25-ə verəcəm. Nə necə olacaq ay müəllim? Bunları ayrıca danışırıq, bunları tələsməyək. Hə, keçirik publik hüquqi şəxslərə. Bu publik hüquqi şəxsində mühasibəli var bu komandada 5-6 dənə baş mühasib var publik hüquqi şəxslərdən. Onların xəttində bunu da bir dəqiqə danışım. Publik hüquqi şəxs nədir? Bilirik ki, təşkilati hüquqi formaları var. Bunun MTK-sı var, bunun hüquqi şəxsliyi, MMDC, ASC-si, GSC-si, QHT-si, İctimai Birliyi və və ilə axır. Bu publik hüquqi şəxsdə hesab edin ki, bir MMC kimi. Yəni biz MMC sözü bizim dilimizdən düşmür axı. Hesab edin ki, dövlətin MMC-sidir, dövlətin şirkətidir. Publik hüquqi şəxsi 2 qrup şəxs yarada bilər. Publik hüquqi şəxslər haqqında qanun var. Biz bu təlimə xüsusi razılaşmışıq. Bu iş görülür bunun üstündə. Bunları bilirik, bilmirik, bir formada nə varsa da öyrədilməlidir. Bu layihənin dadı danağımıza başa düşəcək qalacaq inşallah. Bu publik hüquqi şəxsi ya prezidentin göstərişi ilə Azərbaycan dövləti yarada bilər, ya da bələdiyyələr yarada bilər. Sadəcə deyir ki, birdən prezident göstəriş verdi filan nazirə yığdı Yasinə. Ay Yasin, filan publik hüquqi şəxs yarada, tezlə vacibdir. Filan qrupu yarada olsun. Dövlət imtahan mərkəzini yarada, filanı yarada. Yasin orada kağızda mənfəət işarə qoyacaq. Bu onsuz da publik hüquqi şəxslərin mənfəət vergisindən azad olmaları çoxdur. Sadəcə mükəlləfiyyət olmalı, azad olma dəyişəndə vergi versin. Publik hüquqi şəxslər nəyə xidmət edir? Əhaliyə, insanların ictimai rifahına, elmə, təhsilə, misal üçün dövlət imtahan mərkəzi. Həm dövlət tərəfindən maliyyələşir, həm də özü üçün pul qazanır, işçilərə maaş verir. PMC imtahanı 50 manat, filan imtahanı 100 manat, filan imtahanı 40 manat. Bu formada axırda ilin sonu qalan pulu işçilərin arasında bölüşdürmələrə hüquqları var. O bir başqa məsələ. Və bu yuxarıda 7 dənə danışdım. Hesab edin ki, bunları heç danışmadım. Və məcbur danışdım da bunları biraz bilək. Bu 7 dənə bizə o qədər də lazımdır. İndi düşürük aşağı. Bu 8-dən başlayır. Hə, iş burdadır. Deməli, burada biz çox suala cavab tapacağıq. Yəqin ki, sözümü təsdiqləyirsiniz. Zaten siz olmasa bütün dərsimizin dəyəri yoxdur. Sözümü təsdiqləyirsiniz ki, vergi məcəlləsində işçilərin orta sayı, muzlu işçi sayı, orta siyahı sayı, o qədər orta sayı yazıblar. Adam bilmir heç nədir. Adam bunu aləmi qarışdırır bir-birinə. İndi mən bu məsələdə bu orta sayı, muzlu sayı bunlardan 2-3 dəqiqə danışacağam. Bu 3 nəfər işçi məsələsindən bağlı 1 saat növbət dərsdə danışacağam. İndi deməli bu vergi məcəlləsində yazılır ki, burada rüb ərzində biraz tez danışıram, biraz bərkdən danışıram. Yenə üzr istəyirəm hamınızdan. Bu öyrəşmişik bugün bir 6 saat danışmışam, 7 saatdır. Öcü səs təbii aşağı salıb bir qədər bağışlayasınız. Hə, indi hörmətsizlik kimi qəbul edirəm. Bu rüb ərzində işçilərinin orta sayı bu mötərizəni görməsinə gəlir. Hələ əsas məsələ zaten mötərizədir. Hələ görməsinə gəlir. Bu rüb ərzində işçilərin orta sayı 10 nəfərdən çox olan istehsalla məşğul olan şəxslər. Burada suallar çox çıxır. Xidmət istehsalı, istehsal deyil. Bu maldan danışır, bu zavoddan danışır, bu orta sayı nədir, bu faktiki cəlb etmə nədir? Rüb ərzində bilir, işini bilir də. Hə, indi gəlirik məsələni bir-birinə eşələməyə. Bu da məsələdə bu sayı, orta nə qədər yerdə var? Hə, birinci termin olur orta sayı. Bunu götürürəm sizin icazənizlə. Bu vərəqi təmizləyirəm, silirəm buranı, bu lövhədə bunu yazıram. Bir dənə termin tapdım, bunu izah edəcəm. Bundan sonra gəlirəm vergi məcəlləsinin 106.1.2-ci maddəsində 3 nəfər işçi məsələsi. Ha, Yasin deməli bunu nə qəşəng qaçdı. Bu oyun açılış şərtləri başında bu qanuni formada dövlət vergi qisməti cəzalandırılıb məsələlərə yazılır bu maddənin. Burada orta aylıq muzlu işçi sayı var. Bu biraz uzun söz birləşməsidir. Bir şey deyim ki, bu məsələni başa düşmək üçün Azərbaycan dili savadımız ən az 7-8 il Azərbaycan dili bilməliyik. Hə, bu önəmlidir. Onu mən arada Azərbaycan kitablarını həll təkrar edirəm. Çünki bu qanun qaydaları bilin. Söz birləşməsində filan mənada bağlayıcı qoşma burada görəcəksiniz dərsdə. Hamısı bizə lazım olacaq. Bunu deyəcəksiniz ki, müəllimə danışırıq. Bağlayıcının buna aidiyyəti var. Görəcəksiniz. Yavaş-yavaş görəcəksiniz. Bu orta sayı, orta aylıq muzlu işçi sayı. Bunu 2 dənə tapdım. Bir dənə burada gizlənib. 556 nömrəli qərar. Bunu açıram. Burada da yazılır orta siyahı. Burada siyahı sözü gəldi. Təzə yenilənmiş versiya gəldi. İndi mən zaten bunun üçün izah eləməyəcəm. Bizə əsas balaca məlumatdır. Birinciyə deyim ki sizə, bu orta siyahı sayının düsturu var. Xüsusi düsturu var. Onu mən inşallah sizə keçəcəm. Orta siyahı sayında təqvim ilindən söhbət gedir. Yanvarın birindən dekabr olsun. Mikro kiçik orta iyi olmağı göstərir. Və mexanizm tamam fərqlidir. Əmək müqaviləsinin qüvvədə olması ilə təyin olunur. Bunu buradan silirəm. Bu bizə lazımdır.
Orta aylığın uzun işçi sayısı bu tamam bir şey, başka bir şeydir. Bu da illikdir. Yanvar ayı, fevral ayı, ta dekabr ayı kimi desələr əmək müqaviləsi olur. Desək işlik yox. Birincidə sildiğində gündən gedir. Gün təqvimin günündən. Misal üçün Yasin adlı işçinin əmək müqaviləsi oktyabrın 1-i bağlanırsa, oktyabr 31 gün. Noyabr 30 gün, dekabr 92 günü bölünmüşsə, ortalama 31-ə 30 orada bölgülər çox gedir də, o çətindir. Burada isə 12'ye bölünür. Bunu da izah edəcəm. Bu orta say sadə bir məsələ. Orta say primitiv bir şey. İndi bu nədir deyim sizə? Burada bunu göstərdim ki, ən azı göstərdim ki, belə bir şeylər var. Bunu göstərməklə bitməyəcək. Bunu keçəcəyik. Ən azı mən sizə yanaşmamız üçün deməli məsələlərdə mən işlə bağlı bütün sözləri izah bilməliyəm ki, qatı qarışdırmayım, düzdür? Qatı qarışdırmayım. İndi burada gəlirəm, yazıram aprel, may, iyun. 3 dənə ay var. İkinci rübün. İkinci rübün hesab kitabını edirəm, bu maddəni tətbiq etmək istəyirəm. Aprel ayında deyirəm ki, bizim şirkətdə 14 nəfər olub işçi əmək müqaviləsində. Apreldən misal üçün. İndi biz burada məntiqi təfəkkürümüzü işlətməliyik. Martın 31-dən keçirik aprelə. Yəni orada səfər o tarixdə, axşam saat 12-də. Mən martdan aprelə keçəndə neçə nəfərlə əmək müqaviləm oldu əmək portalında? Deyirəm 9 nəfər. Hə, aprelin 5-i bir nəfər götürdüm. Aprelin 6-sı bir nəfər, aprelin 7-si bir nəfər, filan vaxtı 2 nəfər, filan vaxtı bir. Apreldə də bu qədər adam götürdüm. Cəmi mənim adam sayım bu qədər oldu. Bu neçə nəfərlərdə? 14 nəfər. Deməli bunu eləyirəm 5. Deməli mənim 9 işçim var idi. Apreldə 5 nəfər götürdüm. Oldu 14 nəfər. Bundan 3 çıxmaq istəyirəm, amma bu səhvdir. Deyirəm ki, bu 9 nəfərdən bundan 5 çıxmaq istəyirəm. Mən deyirəm ki, bu 9 nəfərdən 5-ini çıxartdım, sonra 5-ini götürdüm. Bu yenə 9 deyil. Bu çıxmaqla vergi aidiyyatı yox. Vergi deyir ki, qardaş, bu bir nəfərdə sənin bu işin olsa apreldə onu saymalısan. Çıxıb, çıxmayıb, ölüb, qalıb belə çıxmasın, onun aidiyyatı yoxdur. 9 nəfər zaten var idi, 5 nəfər də götürdüm, 14 nəfər. İstəyirsən hamısını çıxart. Mən sənin üçün apreldə 14 nəfər sayacağam. Hə, deməli bunu götürürəm 14. İndi əsas məsələ nədir? Mötərizə. Bunlar necə mötərizə açıbsa biz də burada mötərizə açırıq. Bu mötərizəni tətbiq etməyə vaxtıdır. Bu mötərizədə bizə deyir ki, üzr istəyirəm, maddə getdi 218.5.8. Deyir, ay Əşən, faktiki iş əsərdə olunan var. Faktiki iş. Deyirəm ki, mənim 14 işçimin 3-ü məzuniyyətli olub, ödənişsiz məzuniyyət bütöv var. Deməli 3-ü olursa 11 nəfər işçim olub, 5-də 11 nəfər. Deyir 14 mənə heç lazım deyil, mənə 11 lazımdır. Hə, indi may içində daha təkrarlamıram eyni şeyləri. 12 nəfər burada, deyək ikisi məzuniyyətli 10 nəfər. Deyərsiniz müəllim 14-dən nədən 12-yə keçdi? Çünki 5 nəfər apreldə işdən çıxmışdı, aprelin sonunda 9 nəfər qalmışdı. Mayda 3 nəfər götürdüm, oldu 12 nəfər. Belə bu riyaziyyatla dərs keçməkdə burada. Bunları siz məndən yaxşı bilirsiniz. Bu iyunda da deyək ki, misal üçün 14 nəfər olub, 14-ü də işdə olub. Hə, lap gözəl. Hə, indi mən gəlirəm burada bərabərlik qururam. Mən burada 14, 12 və 14 bunları lazım deyil mənə. 11, 10, 14-ü götürürəm. Deməli 11 üstə gəl 10, üstə gəl 14, bu elədi bərabərdir. Bu neçə idi? 35. 35-i bir zəhmət olmasa böl 3-ə. Bölürəm 3-ə. Bu elədi. Misal üçün yox, bu neçə eləyir? Üzr istəyirəm. 11.66 idi. 11.66 tapdım. Hə, bu 10 nəfəri keçdi. Bu 10 nəfəri keçdi. Məcəllə nə deyirdi mənə? Məcəllə deyir ki, sonra özümə sual verirəm ki, mən istehsalla məşğul deyiləm. Mən özümü niyə yoruldum? Mən təlim mərkəziyəm, xidmətə aidiyyatı yoxdur eləsin. Mən aptekarəm. Yox, mən istehsalçıyam. Mən kağız istehsal edirəm. Mən kofe qabı istehsal edirəm. Mənə aidiyyatı var. Mən turba istehsal, mənə hamında aidiyyatı var. Deməli istehsalla məşğul olsaz, rüblü say mexanizmini belə hesablayanda 10 nəfəri keçsəz, kitab dəftər bağlanır müsabiləsi üçün. Kitab dəftər bağlanır. İndi hansı rüb bağlanır? Bu rüb bağlanır yoxsa növbəti rüb? Burada təzadlar var. Bu maddə vergi məcəlləsi ən böyük boşluqları olan maddələrdən 26-cı ildə dəyişilməlidir. Yəni biz ən azından bildik ki, verginin axırıncı cavabı mənə belə olur ki, indi burada əməkdaşlar da təsdiqləyir. Həmin rübdən deyir 2% ləf belə. Artıq ikinci rübün aldığı 2% vergi cavab olacaq. Aydındır? Amma başqa məsələlərdə əksinədir. Bunu belə yapsaq ya. Bunun cavabı məcəllədə yoxdur. İndi bir məsələdə sizə deyim. Buradan çıxdı getdik hüquqşünaslığa. İndi bilmirəm siz inzibati xətalar məcəlləsi oxumusunuz, cinayət oxumusunuz, prosessual oxumusunuz. Biz onları bir vaxt verəndə o yanından bu yandan oxumuşuq. Hə, nə danışırdıq bizə? Danışdığımı yaddan çıxartdım. Hə, deməli, dəyərli yoldaşlar, bu hüquq sistemi də bizim bu mühasibatlı fəaliyyətimizdə böyük rol oynayır. Biz bu mühasibəni hər formada bir əmək funksiyası baxımından istismar edirlər. Bu mühasib arada kuryer olur, arada deputat olur, arada hüquqşünas olur. Hər şey deyilən cavab verməlisən. Bu hüquq sistemi də yaxşı bilməli. Hüquq sistemi böyük rol oynayır. Bu dediyim yaddan çıxdı, söhbət sohbətlə o tərəfə. Yadıma düşsün qaydalar. Demək istədiyim bu, yadıma düşdü. Deməli, bu vergi məcəlləsi ki var, dəftər vermə. Bu vergi məcəlləsi var, bu boyda bir kitabdır. Biz bundan da balaca nazir edirik. Siz də bu 221 maddə ilə bir Azərbaycan dövlətini, 10 milyon, 11 milyon əhalisi olan dövləti idarə etmək mümkündür. Xeyr. Bu vergi məcəlləsini yaradıblar. Mən burada işin fəlsəfəsindən danışıram. Bilirsiniz var, yenə bir göstəridə yalanlar. Yalanlar göstərir ki, mən də bunları bilirəm. 26 nömrəli misal üçün qərarı açıram, elektron qayna necə tərtib olunmalıdır. Bununla bağlı məcəllədə 5 dənə cümlə var. O 5 dənə cümləni vergi məcəlləsinin 71.1.2-ci maddəsini əsas götürüb bunun əsasında qərar hazırlanır və yaxud qanun layihəsi. Bizə deyir ki, ay Əşən, mən vergi məcəlləsində sənə azdan-azdan göstərirəm. Sən get onun kökü məsələdir. İcra qaydası bu qərardadır. Demək istədiyim odur ki, bəzən qərar olmur. Bəzən qərar yoxdursa, mən nə etməliyəm? Getməliyəm dövlət vergi xidmətinə. Deməliyəm mənə qardaş yazılı formada yol ver, yol göstər. Mən bunu necə edeyim? Ya onlayn sorğu göndərir, bizə deyir ki, ikinci rüb 2% bulur, ya üçüncü rüb 20% bulur. Demək istədiyim odur ki, dövlət vergi xidmətinin rəsmi daha böyük vəzifəli şəxslərinin xüsusi əmr vermə səlahiyyəti var. Onlar deyə bilərlər ki, bunu belə elə, qurtardı getdi. Hesabı vurur, söhbət qurtardı. Aydın fikrim. Misal üçün bu əmr belə onlardan biridir. Dövlət vergi xidməti bu əmri təsdiqləyir. Deyir ki, bəyannaməni qardaş belə doldurmalısan, qurtardı getdi. Başqa cür özündə yeni kəşflər eləmir. Deyir misal üçün 811-ci səhifədə bu loteriyada bunu yazmalısan, topazda bunu yazmalısan, məzəmmə fərqində bunu yazmalısan. Yəni bunları bilə özümüz üçün. Bəzən hər şeyi axtarıb tapmaq olmur. Gərək gedib ki, o savadlı adamlardan yol alırıq. Aydındır? Demək istədiyim odur ki, sizi belə qorxutmaq istəmirəm. Bu vergi məcəlləsi ilə yanaşı ən azı bir 100 dənə qərar bilməliyik. Yəni ki, bu 2 ayda 100 dənə qərar keçəcəm sizə. Bu 100 dənə bir 6-sını elə burada açmışam. Hər dəfə 5 6 5 6 düzük. Bunları bilməli yoldaşlar. Mümkünsə birinci dərsin müddətini qısa edək. Siz əlavə danışırsınız, yorğun adam. Çox üzr istəyirəm, tələsməyə çox. Birinci dərsdə yəni hörmət əlaməti olaraq dinləyəcək. Bu olan bu dərslərin istədiyim kimi keçsin. Gələn dərslər sizin istədiyiniz kimi keçəcək. Bir dənə xahişim budur sizdən. Bir dənə biraz göstərdim, biraz rahat olun ki, tanıdıq birbirimizi. Sizə mənim nəyim lazımdır? Biliklərini belə yaxşı mənada deyəcək. Bu işin praktikasında. Bu dərsi tez bitirə bilməyəcəm. Dərs ən azı bundan sonra 1 saat gedəcək. Ən azı yox 1 saata bitəcək. Bəli, mən çox üzr istəyirəm, anlayışla qarşılayın. Bu rəyləri tələsməyin. Qrupa açacağam sizin üçün. Siz yəni mənim səlahiyyətim bu təlimdə sizdən üstün deyil. Əsas sizsiniz yəni. Siz kütlə böyük, az olan çox olan tabidir. Mən qrupu sizin üçün açacağam. Hər həftə bir dəfə, 2 dəfə. Nə şikayət var, nə irad var, nə istəyirsiniz yazarsınız. Bu gün də açacağam. Axırda deyərsiniz. Mən bu da danışmağa gedik danışırdım. Bir yazıda danışırdım. Mən də baxacağam, ya güləcəm, ya sevinəcəm, ya şəhərlənəcəm bu format. Davam edirəm. Vaxt getməsin, çox üzr istəyirəm hər birinizdən. Hə, davam edək. Okay. Deməli dəyərli yoldaşlar, fərz müəllimi nəzərə alacaq gəlməz. Təbii ki, fərz müəllimi öz yerində düşə bilməz. Deməli dəyərli yoldaşlar, burada nə danışdıq? Biz bu sualı kitabın bağladıq da. Bir dənə onu bilək ki, qərarları düzgün bilməliyik.
Siz deyərsiniz, nəzəriyyə ilə mən nə qədər pul qazanacam, elə deyil. Məsələn, mən özüm iş müsahibi, burada arada motivasyon fikirlər olmalıdır da. Biz elə bilmirik, elə bizim nə bilim lüks məktəbimiz oldu, iqtisad universitetində oxumuşam, 10 il qabaq qurtarmışam universiteti belə deyil. Universitetdə o vaxt heç bir şey öyrənmirdik, elə. Özümüz üçün öyrənirdik, başqa sahələrdə, bu sahəni oralardan başlamışıq ha. Amma çətinliklə gəlib çıxmışıq. Mən bəlkə bu kurslara bəlkə 10 min pul tökmüşəm. Kurslar deməyim, müəyyən yollardan motivasiya baxımından deyirəm ki, axırda qənaətə gəlmişəm ki, neçə illərdir. Bu kitabsız bu iş mümkün deyil. Bu kitabı bilməyən, belə üzr istəyirəm də, vergi meneceri deməsin özünə, vergi mühasibi deməsin. Ən azı bir qəsdən maddəsini bilməlidir. İndi keçirəm növbəti maddəyə, bu topdan satışa. İndi burada deyəsən müəllim, bax burada ibtidai danışdınız. Bu 9-cu hal. 9-cu hal dəyərli yoldaşlar. 9-cu hal deyir ki, çox sağ olun. 9-cu halda bir şey deyim ki, belə minnət kimi səslənməsin. Siz də mənim bacılarım, qardaşlarım, mənim atalarım, əmilərim, böyüklərim. Bugün o qədər danışmışam, yorğan istəyirəm, günü xoş bitirin də belə. Bu mənim üçün ən istirahət saatlarıdır, ən gözəl saatlardır. Bu rəhmətli babanı misal çəkirəm bu maddəyə. Mənim rəhmətli babam gedirdi bazara, nənəm deyir ki, get pomidor al. Pomidor gətirəsən, şorba düzəldərəm. Mən özüm masaldanam. Mən söhbət edirəm ki, 16-17 ilin söhbətini, məktəb vaxtı oxuyuram. Hə, babam deyir ki, yaxşı arvad, mən nənə getdim şeyə, avtoboya deyir vaxtı. Avtoboya. İndi görürəm ki, babam mənim nənəmi aldadı. Bu avtoboy deyil, bu başqa şey. Bu avtoboy biz elə bilirik, aldadı deyəndə ikisi də bilmirdi, o söz işləri. Cavab 2 savadlı işdir, yoldaşın yanında. Bu biz avtoboy elə bilirik ki, elə hər şey ucuz satılır, topdan satın, avtoboy topdan satış deməkdir. Amma topdan satışda əhali gedib nəsə ala bilməz. Topdan satış terminini bilməsək bu maddə nə başa düşməyəcək. Başa düşdüyünü sana bilər sadəcə. İndi mən gəlirəm vergi məsələsində 13.2.63-cü maddəsini açıram. Yes, mənim maddələrin hamısı bilirsən. O qədər oxumuşum, maddələrin hamısı bir əzbərləmişik. Hə, bu 13.2.63-cü maddə topdan satışı açıqlayır. Birinci, bəzi mühasiblər və mən bilirəm ki, qrupda da 5-10 nəfər olsa həmin şəxslərdən var, qismən demirəm amma xidmətdə də topdan satış deyən var. Filan topdan satış mal qutardı getdi. Birinci iki dənə düsturu var. Bir, topdan satışın tərkibini mal təşkil edir, ikinci də elektron qayna. Deməli, topdan satışın adını qoyuruq, böyüyünü olana mal satması. İstəyirsən bir dənə Red Bull sat, istəyirsən 1000 dənə. Deməli, mənim babam yalan deyir. Babam dedi ki, pomidor aldı, avtoboydan almışam, bir dənə də ala bilərsən, avtoboydan. Düzdür? Deməli, topdan satış oldu. Misal üçün Azərsun malı satır, Oba marketə, Oba market satır mənə. Böyüyünü olana satırsa topdan satışdır, böyüyünü olmayana satırsa bu pərakəndə satışdır. Bu biz orada istehlak termini var, çox dərinə getmirəm. Arada danışdıqlarımın davamı da var, hər tələsmə. Pərakəndə satış nəzarətdə saxlanılan olur. Son istehlakçı burada vergi ödəyicisi ola bilər. Sadəcə bir dənə şey yadda saxlayaq ki, böyüyünü olan mal satırsa bu topdan satış olacaq. Böyünü olmayana deməyək. Böyünü olan kassa aparatı ilə mal satırsa bunu hələlik pərakəndə qoyaq. Böyünü olan da gəlib kassa ilə mal ola bilər. A4 qutarıb qaçıram boyalar. Bir başqa 4 alırım, vergi bir sonra narahat olma. Onları keçəcəkdə rasxoda salmaq qaydası var. İndi qayıdıram 218.5.9-a. Deyir ki, ay Elşən, topdan satışla məşğulsansa sadələşmiş yaddan çıxar. Hə, deməli mən topdan satış mal satıram qayda ilə. Necə satıram? Gedirəm Rusiyanın Nijni Novgorod əyalətindən 5 vagon taxta gətirirəm Ağdaşa, bilirsən Ağdaş bizim taxta məskənimizdir. Qatarlar oradan. Taxtanı gətirirəm, sonra oradan başlayıram şirkətlərə, dərnəkdəki bazarlara satmağa. Mənim də böyünü onlarla bu topdan satış oldu. Mən sadələşmiş ola bilərəm. Amma mən taxtanı xarici Rusiyadan gətirsəydim, Ukraynadan gətirsəydim, insanlara satsaydım, 2 kub, 3 kub kassaya vursaydım, onda sadələşmiş ola bilərdim. İndi siz deyirsiniz ki, birində orada yazacaq ki, 30%, bir yazacaq 30% məsələsi. Narahat olmayın, onun hamısını ölçüsünü götürmüşük. 30%-i mən məsələdə sizə izah edəcəm. 30%-i bu alqoritmi qurmuşam, avtomatik öz hesablayır. Biz 30%-ə düşürük, yoxsa düşürük. Bu başqa məsələ. Ümumi bildiniz ki, hər şey yadda saxlayaq ki, onsuz da bilirsiniz, hər şey yadda saxlayaq ki, qaymə yazıramsa, mal göndərirəmsə sadələşmiş məndən yan keçəcək. Bu aşağıdakı maddədə, onun bu artıq 5 dəqiqə fasilə çıxır. Bu aşağıdakı maddədə dəyərli yoldaşlar. Bunun qardaşıdır, əkiz qardaşı. Bu mal satışı üçündür, bu xidmət satışı üçündür. Çox bəlkə maddəni oxuyub başa düşməyib, bir dənə oxuyun sizin xəttiniz üçün. Vergi ödəyicisi kimi, vergi orqanında usulda olmayan şəxslərə, bunu bir yazılması burada lazım deyil. Əhali yazısı bilər. Bir əhaliyə görülən iş və xidmətlərdən başqa. Bir dənə əhali üçün iş görmürsən, şirkətlər üçün iş görürsənsə 2% yaddan çıxart. Gəldi bunun payı oldu da, bir dənə qaymə vurursansa, sən 2% yaddan çıxartı xahiş edirəm deyirsən. Bir dənə burada başqa istisnalar var, onları sonra toxunaq. Deməli adını belə qoyur. İstəyirsən böyünlə, qaymə ilə mal sat, istəyirsən xidmət sat. Sən 2% ola bilmərsən. Ola bilərsən, bir dənə istisnası var, onu ayrıca deyəcəm. 10 dənə hal keçdik. Bu 11-ci də danışım, bunlar 2-də gəlişdi. Bir dənə böyük işimiz burada olacaq. Bu maddənin zirvə nöqtəsi budur, son zirvəsi budur. Nöqtəni bu yazır. Bir qızıl alverçilər. Ay qızıl alverçiləri, lazım ticarət mərkəzi, nə bilim, Sumda, bu Moskva verməyə əcəmidə, deyir orada qızıl satanlar mənfəət vergisi verir. Onlara icazə yoxdur sadələşmiş işləməyə. Deyir ki, gedirəm 1 kilo qızıl alıram, tökürəm polkada başlayıram satmağa. İndi qanuni iş deyirəmsə 20%-dən mənfəət vergisi verəcəm. Daha burada bir qarışıqlıq var. 5.11 var. Bir də 11 və 1. 5.1, 5.11. Aşağıdakı qızıl aksizm aldı, yuxarıda. Bunları qatmırıq, bunları analiz verəcəm sonra. Bu başqa şeydir, bu başqa şeydir. Tələsmə. Daha qızıl alverçiləri, birdən bir qızıl satan müştəri gəlsə, onlara müxalifə yaxşılıq verirlər. Deyərsiniz ki, 20% var, 2%-in yeri yoxdur, yəni mümkün deyil. Bu belə. Bir də xəzləri satanlar. Burada da ehtiyatlı olun. Dəri demir, xəzləri. Qoyun dərisi satsanız bu deyək ki, istifadə yoxdur. Amma şuba satsınız, filan eləsəniz 2% ola bilmərsiniz. Burada istehsalçılardan danışmır. Alıb sat, istehsalda fərqi yoxdur. 2% ola bilmərsən. Gəlir işin axırına, əvvəlin cümləni oxumuram, axırı oxuyuram. 13-cü sonuncu hal. Lisenziya tələb olunan fəaliyyət növləri. Bayaq dedim, vergi nəzarəti və yaxud dövlət nəzarəti. Bu ona cavab verəcək. Deməli dəyərli yoldaşlar, dövlət bizə deyir ki, ay Elşən, düz istəyirəm, bəzən bu ifadələr deyəcəm, bir də rahat olacaq, mən dərs keçmək. Deyir ki, ay Elşən, sən elə bilirsən ki, öz başına məsələ hər iş istədiyin al verə bilərsən. Məsələn, elə bilirsən nəzarət edə bilərsən. Sən elə bilirsən ki, öz başına aptek aça bilərsən, elə bilirsən öz başına müalicə şirkəti aça bilərsən. Elə bilirsən stajyerin başına baxıb öz kargo şirkəti aça bilərsən. Elə şey yoxdur. Bu vergi aidiyyatı yoxdur. Yəni belə desək. Dövlət deyir ki, mən bəzi sahələr təyin etmişəm ki, mən sənə lisenziya verəcəm, ondan sonra ki, malı tök satılır, nə bilim kargo şirkəti. Bunu hardan bilirik? Burada deyir ki, lisenziya tələb olunan fəaliyyətlər 2% ola bilməz. Bu bizə o qədər lazım deyil. Bizə 176 lazımdır. Aslında 176 nömrəli, bunu açmışam. Lisenziya və icazələr haqqında qanun. Bunu mən 20-25 dəfə oxumuşam, lazımdır arada oxumaq. Bunu keçirəm, düşünə başladım. Dövlət burada bizə 2 dənə əlavə verir. Əlavə 1, əlavə 2. Əlavə 2 bunu demirəm. Əlavə 1 burada yazmışam sənin üçün. Misal üçün yazmışam, üzr istəyirəm. Deməli, nə yazıb burada bizim üçün? Dərman satışı, dərman istehsalı, kargo şirkətləri, ali məktəblər. Misal üçün Yasin deyir ki, mən universitet açmaq istəyirəm. Hə, başla. Sənədə al lisenziya. Get universitet işlə. Bunların isə belə deyil. Bu sahələrə boş xidmət, bunlar kargodur. Bu sahələrdə vəziyyət necədir? Deməli, böyünü açırıq, filan hər şey düzəldirik. Lisenziyanı İqtisadiyyat Nazirliyi verir ömürlük. 3 dənə qurum verə bilər. Ümumi bu əlavə birdəki fəaliyyətləri İqtisadiyyat Nazirliyi verir. Deyir ki, mən İqtisadiyyat Nazirliyi özünü yormur. Məsəl üçün aptek də var burada. Aptek açırsınızsa, müraciət edirsiniz, Səhiyyə Nazirliyi gəlir. Yoxlayır, xaladenik yoxlayır, iynə vuran yeri yoxlayır, rəfi vitrini yoxlayır, rəy yazır kağıza. Deyir, hə biz razı. O rəyi göndərirsən Nazirliyə, Mikail Dabbarovun hörmətli Nazirliyi, hesabı quruş kağızı verir, Ramfayat az lisenziyanı gedib aptek işlər. Bu formada, misal üçün aptekdə Səhiyyə Nazirliyi rəy verir, lisenziyanı İqtisadiyyat Nazirliyi verir. Kargoda Rabitə və Nəqliyyat Nazirliyi rəy verir, lisenziyanı İqtisadiyyat Nazirliyi verir. Bina tikintisində Fövqəladə Hallar Nazirliyi rəy verir, lisenziyanı yenə Mikail müəllim verir. Belə bu formada bütün lisenziyalar İqtisadiyyat Nazirliyidir. Bir dənə aşağıda fərqlidir. Aşağıda keçmiş MTN-imiz var, Dövlət Təhlükəsizlik Xidməti. Bunu Dövlət Təhlükəsizlik Xidməti ilə Daxili İşlər Nazirliyi. Misal üçün mühafizə şirkətləri. Bu iş başqadır. Burada artıq bizim bu nazirlərimiz bir müdaxilə eləməlidir ki, bu baxım elə bu tapanca işlədə bilir, mühafizəsini belə tapanca olacaq. Misal üçün başqa şeylər bunu qatmırlar. Bunu bilirsiniz də, özəl adamlar da silah şirkətləri açırlar. Silah istehsalı o şərtlə ki, 51% dövlətin olduğu, 49% özəl. İndi belə şeylər danışmayaq. Bunları gələcəkdə danışarıq.
Deməli burada belə bir nəticə çıxartdıq ki, erkən bu o qanunun bir nömrəli əlavəsini əzbər bilməlidir. Birdən bir müştəri gələrdi. Baxar bir qəribə nəsə var. Mən çoxdan baxmıram. Çox tikintidir. Attraksion. Lift. Misal üçün Yasin deyir ki, mən müəllim liftdən yaxşı başa çıxır. Bir dənə lift şirkəti açıram. Liftlə bu qalxıb düşür ya. Hə, Yasin bundan xəbəri olmasa aləm vuracaq birinə. Bir də gördüm dedi ki, gəldi qardaş sən nə edirsən? Sənin icazən var lisenziyən. Deyəcək mən bunu bilmirdim. Bilmirdi ki, nəşəndən soruşar. Hə, bu formada bunlar bilir. Attraksion. Bunun başqa məntiqi mənası var. Deyim mən öz uşağımı aparacağam, attraksiona mindirəcəm. Bu attraksionu hər yoldan keçən aça bilməz. Bu dövlət Fövqəladə Hallar Nazirliyi gəlir bunu yoxlamalı. Nə bilim Bakı şəhər salına gəlib yoxlamalı. Lift eyni formada. Bu insanların təhlükəsizliyi üçün nəzarət olunmalı. Çox gözəl bir mexanizm. Hə, danışdım qurtardım hələ ki. Birinci hissəni sevdiniz, birinci şeyləri bitirdik. Deməli dəyərli dostlar, bu gün hələ ki biz nə öyrənmişik? Axırda nəticə çıxartdıq. Nəticəsi olmasa bu danışmaq kino deyil ki, bunu izləyək. Deməli 14 dənə haldan danışdım ki sizə, dəyərli dostlar. Bu 14 dənə hal varsa sadələşmiş ola bilməz. İndi icazə verirsinizsə bir 5 dəqiqə danışıb sonra fasilə verin. Bu maddəni bağlayım, o keçid edim 5 dəqiqə mənə vaxt verin. Bunu da qorxmuram çox danışmağa, deyirəm birdən yorularsınız. 5 dəqiqə danışıb sonra 5 dəqiqə bir çay içərik, istirahət edərik, 5 dəqiqə fasilə edərik. 5 dəqiqə bir dənə bunu da izah edin, keçirik hesabata. Və bu məsələni bu günlük bağlayıram. Deməli açıram bunu burada biraz bəzək işləri görüm, biraz hərəkət qoyuram, biraz gözüm düzəldim, öz istədiyim kimi, hətta biraz böyütdüm. Deməli mən sizə nə izah edirəm? Əslində bu qədər bu məsələni danışırdım ki, gəlin axırda bunu izah edirəm. Bu Yasin qardaşımız, Yasin tezin müəllim, tezin məlumat çəkirsən. Hə. Deməli Yasin gəlir mənə zəng edir. Yasin məsələn bir dənə yazmış. Mən tamaşa edirəm, özün bilirsən, yadbasan məndən soruş. Hə, arada bildiyi şey deyəndə adam məsələşir. Deməli burada dəyərli yoldaşlar. Burada 200 mini keçəndə başımıza nə iş gəldi? Bu ədəbiyyat işinə, aləm dəqiq 1.1-də mən bunu necə həll edəcəm? Yəni onun həllindən başlayıram. Gəlirik bura. Üzr istəyirəm, bir söz soruşum, yazma zəhmət olmasa. Hər şey yaxşıdır, belə bir dərsi belə maraqlı apara bilirik, amma giriş yaxşı eləmişik sizin üçün. Bu hələ adi bir dərsdir, bu balaca bir şeydir. Bu hələ bu bir şey deyil. Yaxşıdır yoldaşlar. Yəni yormuram sizi, əsas sizin ürəyiniz olsun. Mən burada başqa bir marağım yoxdur. İstəyirəm ki, hamının ürəyi olsun, bu dərs yaxşı olsun da. Hə, yoldaşlar deyir yaxşıdır, hə, şükür Allah, davam edək. Cəlal Xəlil xanım deyir ki, tamam, çox maraqlıdır. Yaxşı, davam edək, icazə versən davam edək. Deməli nə izah edirəm sizə? Bu işin olacaq kulminasiya nöqtəsi, sonra praktika edəcəyik. Aprel ayıdır. Aprel ayında biz özümüzə vöyün açmışıq. Aprel ayında bir mağaza açmışıq. İndi 200 min alveri hələ keçəcəyik. Aprel yuxarı yazım, bu da yer tutur. Hə, aprel, üzr istəyirəm, tələsməyək, may. Bu mesajları saxlayaq, diqqətimi yayın. Çox sağ olun, çox sağ olun. Mesajlarla diqqətimi yayın, xahiş edirəm, gözləyək. Bu yazıram, ekranı görürsünüz, bu klasikaya yazamsınız, burada emiş işləri gedəcək. Hə. May, iyun, baxın indi baxın görün biz burada nə edirik. Burada sizə bir sxem verəcəm. Bu ağ kağız indi rənglənəcək. İyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, yanvar. Keçdim o biri ilə. Fevral, mart, aprel tələsməyək. May, iyun, biraz başımızı işlədək. Hə, bunu da yazdım. Deməli, bu məsələ nədir? Baxın dəyərli yoldaşlar, burada indi mən bunu silirəm, bunu verin bura, belə siz çaşdırasın. Burada dəyərli yoldaşlar, deməli, baxın bu 2024-ün aprelidir. 2024-də biz bir dənə mağaza açmışıq. Bu 24 burada qutarır. Sonra burada 2025 gəlir. Görürsüz də, yaxşı görürsüz yəqin ki. Yəni bunu çəkirəm bura. İndi burada başımıza nə gəlir? Burada biz nə edirik, nəyi bir-birinə qatırıq, vəziyyətdən özümüzü necə çıxarırıq dəyərli yoldaşlar. Hə, apreldə bir dənə mağaza açdım, çörək satıram, ət satıram, qənd satıram. Alver olub 16 min. Burada nə boyda yazılıb? 16 min bax gözə girdi burada, görürsüz. Alver burada mən şərti standart rəqəm yazıram. 16 min, 17 min, 16 min, 17 min. Bunu götürürəm bura, 12 ay sizin üçün düzəldirəm ki, 200 mini keçirik. Deməli, sən də yazdım. Hə. Baxın dəyərli oğlum, burada bir dənə sam verirəm, sözü cəmləmə verirəm. Hesablayır. Ay maşallah, gözü çox üzr istəyirəm. 198 min. 198 min bu 12 ay. Aprelin misal 17-si yaratmışıq, ta fevralın, martın 31-nə kimi mənim alverim olub 190 şükür Allah. Mən 200 min keçmədim, hələ 2%-dən başımı bir qədər gicələyəcəm, yəni işimi görəcəm. İndi gəlir burada 13-cü ay. 13-cü ayda nə oldu? İndi gözə gəldi, alver düşdü 5 min. Hə, baxın bunun yolu belə. Əgər növbəti aprelə keçirəmsə, əvvəlinci apreli silməliyəm. Bu sırf məqsəd bu ədəbiyyat düşmək üçündür ya. Alverim qayda xərclərdən silmirəm. Bu sot qalsın gedir. Bu 16 mini silirəm ki, çünki bu 13 ay olacaq. Bunu buradan belə indi burada lap ibtidai formada yanaşarıq, sizin icazənizlə. Üzr istəyirəm, bunu çəkirəm aşağı 13 ayda. 13 olmaz axı. 12 deməli əvvəldən bir ay gedəcək. Bu 16-nı sildim. Hə, sonra gəlirəm mayda. Mayda indi biz nə elədik? Nə reklam elədik? Nə elədik? Alver 5 mindən qalxdı 50 min. 50 min alver oldu. Cəmi bu 13 ay oldu yenə. Bu olmaz axı 13 ay. Yenə bu bir maya keçirəmsə, buradakı mayı silirəm. Bu mənə elə ki, görürəm ki 220 min manat, 220 min manat düzəldi. Qutardı. Bu kitab bağlandı. Kitab bağlandı. Mənfəətin kitabını burada necə açır? Birinci növbədə dəyərli yoldaşlar. Biz burada birinci bu bizə 24-cü il lazımdır. Əsas odur ki, bildik ki, mayda 200 min keçdik. Düzdür? Mayda 200 min keçdik qardaş. Bu şeyi bağlayıram. Mənə burada 25 manat, 24 manat deyil. Mən 24-cü zaten hesabatları vermişəm. Mən 25-də başımın çarəsinə baxmalıyam da. Hə, indi gəlirəm hesabatları deyirəm sizə. Bu bizim birinci rütbümüzdür. Tələsməyin, çox xahiş edirəm. Biraz icazə verin, bir iki dəqiqə danışım da sizi bezdirdim. Hə, bizə də üzr istəyirəm. Hə, yordum sizi. Baxın bu birinci rütbə, düzdür? Burada sadələşmiş vergi bəyannaməsi verəcəyik. Bu məlumdur. Bu birinci rütbə elə bir fikir yoxdur. Onsuz da sadələşmiş idi də. Bunu gözüm biraz da bəzəyim daha rahat olsun. Hə, bunu mən indi burada rəngləyirəm. Bu bizim birinci rütbə olsun, göy rəngli. Bu sadələşmişdə məlum məsələdir, düzdür? Gəlirəm ikinci rütbə. Bu ikinci rütbə mayda mən 200 min keçmişəmsə, iyundan artıq həm sadələşmişdən oluram mənfəətə keçirəm, həm də ədəbiyyata keçmə ehtimalım var. İndi biz restoranı götürməyək. Bunu belə götürəcəm. Bunu bir dənə rəng verirəm. Bir rütbün içində iki hesablanacaq. Bu qırmızı, bu deyək sarı. Ümumilikdə qırmızı biraz da gözü. Ümumilikdə mexanizm budur. Buna bir dənə qalın şərif belə verək. Ümumilikdə oldu ikinci rütbə, oldu birinci rütbə. Burada məsələni də tənzimləyəcəm. Bu aprellə mayı salacağam sadələşmişə, hesabat. Yəni aprellə mayın alveri sadələşmiş hesablanacaq. Artıq bu 7 ay ki var, bunlar hamısı mənfəət vergisi olacaq. Bu hesabatlılığı necə olacaq deyəcəm. Deməli ilin 5 ayı düşdü sadələşmişə. Biz bilirik ki, sadələşdirilmiş vergi mexanizmi belədir ki, vaxtı gələndə hesabat verilməlidir. İndi siz iyul ayında lıda ikinci rütbün hesabatını verəndə 5 ilə 55 min vergisini verəcəksiniz. Daha iyunda nə alver olub, bunun aidiyyatı yoxdur. Sonra bilirik ki, əlavə bir də burada doldurulacaq, 4 hal var deyəcəm. Mənfəəti verəndə 7 ayın gəlir xərcini hesablayacaqsınız. Bu tabii hələ burada bunun bölündə ədəbiyyatı olacaq. Hələ bunun ədəbiyyatı bir qıraqda qalır. 7 ay hələ biz ədəbiyyat hesabatı var. Bir ilin içində 7 dənə ədəbiyyat hesabatı, bir dənə mənfəət, 2 dənə sadələşmiş, bir dənə əmlak, bir dənə toplam belə 5 10 hesabat olacaq. Ümid edirəm ki, bunu izah edə bildim. Əlavə sual olsa cavab verəcəm, tələsməyin. Bir dəqiqə danışıb gedirik fasiləyə. Bunu da deyim, bunları tez basar deyirəm. Bunlarda biz keçid müddəalarından danışırıq, düzdür? Aksizli mal. Burada keçid demək olar ki, yoxdur. Siqaret istehsal etmək istəyirəmsə böyüyün mənfəət yazmalıyam ya da gəlin. Yox, ola bilərdi ki, mən kofe istehsal edirdim, sonradan düşdüm siqaret sevdasına, onda böyüyündə məlumat dəyişikliyi eləməliyəm. Mükəlləfiyyətimi ərizə yazıb dəyişməliyəm. Bank yaratmaq istəyirsə birbaşa mənfəət. Pensiya fondu birbaşa mənfəət. Əmlak isə gəlir mənfəət. Təbii inşaatsa birbaşa mənfəət. Bu 1 milyonu keçirsə növbəti ildən keçirsən mənfəət. Əvvəlki 2%-dən verirsən. Bu sual altındadır. Bunu deyirlər ki, hələ hansı rütbə nəfəri keçirsə həmin rütbə sadələşmiş vergi bəyannaməsi verir. Bu topdan satış mənfəətdir, bu da mənfəətdir. Qızıl birbaşa mənfəətdir, xəzər birbaşa mənfəətdir, lisenziya birbaşa mənfəətdir. İndi sizdə ola bilərdi ki, əvvəl başqa iş olub, yan-yana holdinqlər var, 100 il iş görür. Sonradan böyük dəyişməlisiniz. Bütün vergi bir dənə mükəlləfiyyət olacaq. İcazə verirsinizsə bir 5 dəqiqə fasilə verək, tələsməyin. Mən bir praktikada danışmalıyam. Bu gün də praktikası iş olmaz. Cəmi 1 saat yarım danışıram. Bu balaca bir dərs. Hamımız işləyən adamlarsınız. Axşam vaxtımız olur da danışmağa.
Saat 10:42-dir. 10:47-də icazə verirsə çıxaq fasiləyə. 10:47-də həddən ayrılmayın. Hamı səssizə qoysun, kameranı bağlasın. 10:47-də qayda bir yarım saatda danışasan bir günlük bəsdir. Lazım olsa bu gəlsin 3 ay aparadır. Məncə problem deyil. Yəni mən öz demək olar ki, bütün öyrəncilərimi saxlamışam ki, bunları hərəkət edə bilərəm. Hə, belə dəyərli yoldaşlar, əlavəniz varmı? Fasiləyə çıxırıq. İradınız, təklifiniz varmı? Yaxşıdır hər şey. Bir daha soruşun. Çıxa bilərik fasiləyə. Zəhmət olmasa fikir bildirərsiniz. Hə, yaxşı. Ayrılmayın, dərs davam edəcək. 5 dəqiqə fasilə çox xahiş edirəm. Bugünkü dərsin idarə etməsi məndə olsun. Sonra verəcəm, siz özünüz idarə edərsiniz. Hə, işte 5 dəqiqə fasilə, 5 dəqiqə fasilə. Saat 43-48-də ekran qarşısında olun. Çox sağ olun. Hə, xətt səsi bağlayıram. Dəyərli yoldaşlar, icazə verirsinizsə davam edək. Vaxt hissəyə keçdik. Eşidə bilirsiniz, mən xahiş edirəm fikir bildirin, çox xahiş edirəm. Yazılı səsli fikir bildirin, keçək praktikaya. Deməli, mən indi bir sadələşdirilmiş vergi ödəyicisi sisteminə daxil olacağam. Siz də başa düşürəm, bu bayaq qardaş yazmışdı. Pərviz qardaş olsa müşkül qardaş. O da haqlıdır ki, insan yorulur, siz işdən gəlmirsiniz və biz də reqanlı ki, biz də sizin kimi bütün gün işləyirik yəni. Bütün gün işləyirik. Ya 3-5 manat qazanmalıyıq da, axşam da belə dərsləri keçirik. Hə, ona görə bir anlayışla qarşılayın. Bugünkü dərs biraz danışım, biraz özü bir yalandan göstərim sizə. Gələn dərs tənzimləridir. Qrup açaram, məsləhətlərinizə qulaq asarıq. Təbii ki, sizin sözünüz yerdə qalmamalıdır. Necə istəyirsinizsə. Bir dənə əlavə xahişlərim olacaq, onu bildirəcəm burada. Hə, deməli dəyərli, bir dənə burada üzr istəyirəm. Burada yaşlı adamlar da var, bizim analarımız, atalarımızın tay adamları var. Bu ekranı bilmirlər, bağlayırlar, açırlar. Onlarla işimiz yoxdur. Onlara görə hörmət saxlayaq. İndi onları keçmək olar. Gənclər ki var, bu ekranı falan səsi bağlasınlar. Yaşlı adamları yenə başa düşmək olar, hörmət saxlamaq lazım. İndi dəyərli olacaq, keçirik praktikaya. Keçirik praktikaya. Bu nəzərlərini bağlamıram, bu iş olmaz. Təzə amma bir dənə bölmə açıram. Girirəm New taksi. Bir dənə bu lüstr alveri, bu silsirab deyirlər. Bu silsirab alveri eləyən sadələşdirilmiş vergi ödəyicisi açıram sizin üçün. Hə, sistemə indi daxil oluram. Deməli indi sizin aranızda bir 98% namı mühasiblər. Hətta burada məndən də lap yuxarı leveldə olan adamlar var. Hətta lap ibtidai danışmayacağam. Burada ucuda biraz samimi danışmaq lazım. İndi gəlirəm açıram burada asan imzala görüm yadıma sala bilirəm 379 sən. Daxil oluram. Telefona PIN 1 gələcək. PIN 1 yığacam, girəcəm bunun sisteminə. Tələsməyək dəyərli yoldaşlar. Sistem açılır. Sistem açıldı. Filankəs, filankəs, filankəs oldu. Onun bu bölüm hissəsinə daxil olur. Bölüm hissəsinə daxil oluruq dəyərli. Belə bir forma açıldı. Bu bizim sahibkar olaraq dövlət vergi xidmətindəki günlük otağımızdır. Bütün Azərbaycan vətəndaşlarının burada otağı var. Bu da vergi ödəyicisidir. Siz də öz profilinizə girə bilərsiniz, telefonunuzdan, PIN kodunuzdan, simavızdan və s. vergiyə istənilən sual, istənilən şikayət edə bilərsiniz. Onu qoyuram qırağa. Hə. Şimdi burada solda menünü açıram. Bu xalqlar bütün günü burada, belədir. Burada bəyannamələr var, biraz ibtidai formada danışaq. Sistem işləmir. Bu deyəsən praktikada işləmir. Bizim birinci qrupda da belə oldu. Dünən keçdik olmur. Sistem işləmir. Yox, hesabatı saxlayacağıq. Dəyərli bu düzəlməyəcək. Bunun heç bir səbəbi yoxdur. Bu sistem yüklənməkə hesab. Bu ağ vərəq asılsa demək sistem işləmir. 24-də bura belə. Deməli dərsi saxlayacağıq. Yoxsa sistem işləmir. Browserdan falan deyil, hara girirsən işləmir. Sistem səhərdən belədir. Üzr istəyirəm müəllim, bu çox vaxt belədir. Bunların sistemi elə problemlidir.
Bu normalda değerli yoldaşlar, hesabat dövrü başın bir episodu. Problem değil. Bu bizim derslerimizde mani veremeyiz. Bunun alternatif fikirləşmiş şeyi, uzağa gələn dərsi mən video formasında ən az ekran çəkirəm, yenə izah edirəm, narahat olmayın. Zaten bu bir gün düzəlməyəcək. Bu dua ilə öyrənən işdir, harasa girməklə öyrənən işdir. Bu qalsın, problem yoxdur. Bu qalsın, hər şeydə bir xeyir var. İndi icazənizlə bir 3-5 dəqiqə danışım, sizə bir gələcək onda dərslərlə bağlı bir məlumat verib, tanıtım edeyim. Sizə şəkil atmışam. Şəkildəkilər olacaq. Olacaq, PDF-dəkilər olacaq. Bizim planımız nədir? Çox adam sual verir. Müəllim, niyə keçirsiniz bu dərsləri? Bu dərsləri belə keçməzlər. Bu belə havayı belə bu formada keçməzlər. Niyə bunu belə eləyim? Birincisi, sizə belə məlumat verim ki, inanıram ki, ümid edirəm daha doğrusu ki, razı qalarsınız dərslər. İcazənizlə 1-2 dəqiqə danışım, sizdən üzr istəyirəm. Bizim proqramımızda bu sadələşmiş misal üçün kurslar bilmirəm necə keçir. Biz də bazar araşdırması özümüz üçün edirik. Bizim bu məsələdə biraz üzr istəyirəm. Ayağımıza bir neçə nəfər dolaşdı. Bizə maneçilik eləmək istədilər ki, bu layihəni keçirtməyin. Bizə qaralamaq, orada pisləmək, burada pisləmək. Biz bir formada bunu hüquq mühafizə orqanlarının köməyi ilə yoluna qoyduq. Doğrudan bu böyük bir layihədir. 1000 nəfər var bu mühasibə, maliyyəsində bu 1000 nəfər var. Bu layihəni keçirtməkdən məqsəd ictimai elmi savadlılığı artırmaq, daha da özümüzü təkmil etmək. Mən də inkişaf edirəm sizdən. Üç günə bu qədər maraqlı suallar gəlir. 5 dənə vergisini yapmışam ki, arkadaş bu istifadə olunur. İnşallah soruşun necə eləyək? Soruşuram deyirəm, arada bilmirəm soruşuram. Çünki bilirsiniz ki, vergi sahəsi genişdir. Bitmir bu, bitmir. Yeri var bitmək üçün. O yeri deyəcəm sizə. O öz yerində. İndi demək istədiyim odur ki, biz bu mövzuları çoxu deyirdi ki, məsələn mənə yazıb bir o bir qrupa. Biz müəllimlərə bir səbəbdən keçərsiniz. Bu pulu dəstədə lap 5 nəfər oldu. Bu mən burada hər şeyi öyrədəcəm Allah. Hər şey deyəndə dediklərimizi, bir də ola bilsin ki, artıq mövzular əlavə edelim. Bir də bizim hər həftədən bir, hər 2 həftədən bir pulsuz dərslərimiz olur, webinarlar. Biz ümumiyyətlə webinarda, seminarda onları pulla keçmirik. Bizim düzdür. Mən indi təzə qrup yazıram amma bir 100 dənə uşağa dərs keçirəm mühasibə. Biz ancaq mühasibə dərs keçirik. Sıfırdan heç bir şey keçmirik. Ancaq vergi sotulu, vergi bəyannaməsi 100 nəfər 3 dənə qrupum var. Təzə qrup yazıram ki, bir də bu layihədən sonra adam yazıyor, çox güman ki, ya da olabilir oktyabrda bir dənə qrup açdıq. Demək istədiyim o ki, istədik belə bir tədbir keçirdək. Biz zaten bu keçdiyimiz tərzdə o bir kursda bu dərsi keçmirlər. Biz də araşdırdıq, bilirik, görürük, rəqibin nə iş görür. İndi kopyalamaq kimi yox. Ən azından bir tədbir gördük. Bunu olsa bu formada keçmirlər. Sadələşmiş keçən bəyannaməsini 20 dəqiqə danışırıq. Biz bir dənə pullu dərsimizdə. Bu ədəbi bəyannaməsini mən 25 saata keçirəm. 25 saata keçirəm, 25 saata. Bu ədəbi bəyannaməsinin hardan başlayır? 301-dən başlayır, 327-də hesablama nöqtəsi. 27 sətirliyi hərəsində nə qədər alt sətir var. 100 dənə sətir var orada. Bu əlavə üçün də bir 30 özünüzü reklam eləmək üçün demirəm. Bunun sözünü gətirəcəm ora istəyirəm ora. Bu əlavə üçün özündə bir 29, aşağıda bir 40 dənə sətir var. Bu 40 dənə sətri mən bir izah edirəm dərsdən. Biz bunu yığmışıq. Bu baza, bu tədris metodikamız tamam fərqlidir. Həm onun nəzəriyyəsini deyirik, həm onun praktikasını deyirik, bunun Excel nasıl, bunun Word nasıl, vergi sənəd nasıl. Universal formada öyrədirik. Həm pulla keçirik, həm pulsuz. O bizim dərs mexanizmimizi dəyişdirmir. Yalandan nəsə göstərmək üçün dərs keçmir. İnşallah demək istədiyim odur ki, əgər bu yoldaşlarda misal üçün Yasin mənim qardaşım, Yasin bu gün qoşuldu, sabah qoşuldu. Yasin əgər 3 dərs qoşulmasa, Yasin mənim doğma qardaşım olsa, mən videoları Yasinə verməyəcəm. Bu dərsin qaydası var, mən də təsdiqlənib. Sizin adlarınızda bir təcavüz olunur. Qoymuşuq qaraşı bu adam burada iştirak edir də. Biləydim səhər ki, məndən bir narazılıq olacaq, məndən bir şikayət olacaq. Mən bilim bu adam kimdir. Bir də vəsiqələrinizin fin kodlarını götürün, bana rahat olun. Bir ad familiya nömrəniz bizdə var. Bizə o lazımdır ki, səhər sizə məsəl əlaqəyə keçə bilir. Demək istədiyim o ki, dərslərə baxdım. Çox mənim dərs bir var. 20 nəfərə dərs keçir. Bir var mən 90 nəfərin qabağında dərsi idarə edirəm. O mənim daha çox məsuliyyətim olur. İstəyirəm hər şeyi öyrənim ki, biri bir səhv tutmasın, biri deməsin bu müəllimə bax, bunu bilmir, o bir bəzi bunu düzü. Ona görə qatılmıram. 80 nəfərdən azdan qoşulsam mən dərsə başlamayacağam. Onsuz da mənim də pul qruplarım 30-40 nəfər olur. Bu da ən az bir 80 nəfər olmalıdır. 115 nəfərsin ən az bir 80-90 nəfər qoşulsun ki, mən hər dəfə dərsi həvəslə keçim. Sizin mənə qoyduğunuz hörmət olsun, başqa heç nə istəmirəm. Bir də sonda bu layihə çox güman ki, bir dekabr nöqtəsində kimi gedib çıxacaq. Hələ dərslər heç olmasa 2 ay yarım müsahisə keçəcək. 2 ay yazmışıq. Dedim sizə sürpriz edək. Yəqin siz də istəyirsiniz, biz də dərs keçək. Yəqin ki, istəyirsiniz. 2-3 dərs sonra əmin olacaqsınız ki, bir şey danışsa yaxşıdır. Bu danışsa yaxşıdır. Bir də noyabrın axırı tədbir keçiriləcək. Bu ölkə səviyyəsində bu nazir müavini gələcək, filan kəs gələcək. Sizlər də dəvət edəcək, qonaq kimi görüşlər yollayıb salamlaşarıq, üzümüzü görəcəyik. Auditlər gələcək, vergi işləri gələcək, maliyyə işləri gələcək. Şirkət rəhbərləri gələcək, orada tədbir keçiriləcək. Adını yalandan sertifikat qoymuşuq, sertifikat deyil. Bu ümumi bir forum kimi olacaq. Siz oraya gəlməsəniz bu özünə böyük hörmətsizlik kimi qəbul edəcəm. Doğru, mən sizi orada görmək istəyirəm. Kimsə xəstəsi var, kimsə rayondadır, kimsə filan, o təbii ki, başa düşər. Pulsuz parasız məclis olur. Gəlirsiniz, yeyərik, içərik, çayımızı, kofemizi, söhbətimizi, bir muğam oxuyacaq orada, bir hədiyyə verəcək, birindən filan şey eləyəcək. Və istirahət edəcək, dərslərin videolarını da götürəcəksiniz. Əlimizi çıxarıb sağollaşarıq. İkinci layihəni də elan edəcəm Allah köməyi ilə. Bunu sizdən istəyəcəm. Bunu indidən hazır olun ki, vaxt ayıra bilərsiniz mənim üçün. Bu mən sizi orada görmək istəyirəm. Həm də bunun məqsədi başqadır ki, orada bir dövlət rəsmiləri olacaq, bizim işimizi görsünlər, bizə bir podyeşka versinlər, ruslar demişlər. Bizə bir arxadan da ki, biz bu işləri böyüdək. Mənim məqsədim pulsuz dərsləri soxutmaq olur ki. Bu heç bir kursun da bazarını öldürür, zaten orada keçdiyimi keçmirəm. Belə aşağılama mənasında demirəm. Mən başqa cürə keçirəm, o başqa cürə. O sadələşmiş yarım saat keçir, mən 4 saat keçirəm. O mənfəəti 3 saat keçir, mən 30 saat mənfəət keçirəm. Səhvsiz saxlamıram mənfəətdə. Cəmaət mənfəəti ədəbi siz mənfəəti ədəbi hesablayıram. İş gününə salmayın tədbirə. Tədbir bazar günü olacaq. Tədbirin vaxtı təyin olunub paylaşacağam sizinlə. İnşallah tanış olarıq. Burada işsiz adamlar varsa onlara da kömək eləyəcəyik. Mühasib işsizlər varsa mən belə yazmıram. Mən özüm deyəcəm sizə, hər şeyin vaxtı var. İş məsələsində bir forumda orada işə götürənlər olacaq, başqa bir tədbirlər olacaq. Bir 10 nəfər, 10 yox, 15-20 nəfərə öz pullu dərslərini hədiyyə verəcəm. Bir iki dənə bağlı hədiyyələr olacaq. Seçmə üsuluyla seçərik. Biz bir görüşərik, belə eləyərik. İşsizlərə kömək eləyəcəyik inşallah. Tələsməyin. Bir dənə bir balaca qardaşımız ki, bir yaşım da çoxdur, 35 yaşım var. Bir balaca qardaşım sizdən xahiş edirəm ki, sual cavabımızı belə edirik. Bu telefonda layihədəki 1000 nəfərin adı işlənilir bu telefonda. 1000 nəfər işi, 700 min nəfər arasıdır. Hamımızın adını hörmətlə yazmışam. Nömrələmişəm, amma ad familiyamız var. Sual lazım olanda yazın. Zəng eləməyin, çox xahiş edirəm, onu da bilməyəcəm. Onu görsəm də 3 dəfə gedib qorxaram ki, bir dənə nəsə olub, asaram ki, kömək edin. Amma bir də səs atıb, ola bilsin mən axşam saat 4-də sizə cavab yazım. Dünən axşam saat 3-dən axşam saat 5-ə kimi səslə cavab vermişəm. Mənim vaxtım o vaxt oldu. Gedirəm evdə bir saat kitab oxuyacam, yemək yeyəcəm, onu eləyəcəm. Sonra açacağam sizin suallarınıza baxacağam. Nə sual varsa yazın, daha da 5 dəfə sual işarəsi atmayın. Mənim də psixologiyam arada yorulur. İnsanım da mən də cılız bir adamam. Arada mən də yoruluram, psixologiya pozulur. Arada karavol içirik, arada bir tablet qatırıq ki, ayaq üstə dura bilir. Axşam saatlarda narahat olmayın. Siz ürəyiniz istəyir kimi eləyək. Bu layihə tədbirimiz təşkilatçısı başqa bir şirkətdir. Hamısını düzəcəklər, qoşacaqlar. Biz də mən də sizinlə yayına qolaq kimi gedəcəm oraya. Çayımızı suyumuzu içərik inşallah. İndi bağışlayın, mən sizi yordum. Qrupu indi açacağam. Misal üçün 4-cü qrupsuz 500 nəfərin dərsini keçdik. 4-cü qrup bir 4 dənə qrup qaldı. 4-cü qrupsuz o bir qruplarda qırğın düşdü. Dedim müəllim bu nədir? O nədir? Bəs məni təriflədilər. Mən də görməzdən gəlirəm. Tərif şeydir. Bir adam özündən çıxardı. Tərif alan istəmirəm. Bu açacağam qrupu. Bir dənə deyək ki, müəllim, bu yaxşı idi, dərs pis idi. Belə yalandan olsa bir yazarsınız da biraz mən də həvəsli olum ki, sizə dərs keçəm. Əlavə təklifləri qrupa açanda sual yazmayın müəllim. Amma necə oldu? Bu suallar şəxsidir. Bizim hesab edirik qrup bizim bir bahalı bir restoranımız olacaq. Orada arada həm söhbət var. Orada başqa söhbətlər eləmir. Asıram bağlayacağam sonra. Bu yaşlı adamlar, ailəli adamları yormayacaq. Bir mesaj gəldi, mən də narahat oluram. O da narahat olur.
Hörmətlə yanaşı. Hər gün, hər 2 gündən bir sizə təzə dərslər göndərəcəm. Açarsınız, yükləyirsiniz, baxarsınız. Hamısı da sizin havanız xoşunuz. Belə. Mən bu tarzda istəyirsinizsə danışın, səsi açın. Sizin səsinizi eşitsəm lap mənə ləzzət eləyər. Bu ağsaqqallardan heç olmasa bir-iki danışa bilər. Baxın, nə söyləyir. Təşəkkür edirik Qulahiyyət. Allah razı olsun. İndi əziyyət çəkirsə əlbəttə. Çox yüksək səviyyədədir. Razıyam mən şəxsən. Çox sağ olun. Bir məsələni mən sizdən dəqiqləşdirmək istəyirəm. Həqiqətən düzdür, mən əvvəldən biraz gecikdim. Problem oldu. Bir saat itirdim. Telefonik yayın çəkildi, oradan götürüb baxacağıq. PMS imtahanına siz ümumiyyətlə dərslər keçirsiniz, adı verirsiniz. Yox, mən PMS imtahanı uşaqların hamısını İkinci mərhələ, bu vergi mərhələsi. Yox, bizdə belə deyim, çox sağ olun, sağ olun. Təşəkkür edirəm sizə. Tural müəllim Abbasov bizim dostumuzdur. Mən də bura kim tələbə gəldim, mən Tural müəllimi yanına öyrəndirəm. Mən faiz falan almıram. Deyirəm ki, Tural müəllim PMS keçir, mən də praktika keçirəm. Biz bu formada ixtisaslaşmışıq da belə deyək. Məsəl üçün bu dəqiqə növbəti ayın bəyannamə qrupu yığılıb, müəllimə başlayıb bildirəm. Fərdi konsultasiyalar hamısı yazılıb, Müşəfə xanım hələ audit edir, nə qədər audit işləri görülürsə, PMS vaxtları bildirir. İnşallah gələcəkdə ola bilsin bir şeylər olsun, amma hal-hazırda yox. İstəyirsinizsə, ən məsləhətli müəllim, yəni mənim şəxsi yanaşmamda Tural müəllim Abbasov var. İstəsəz nömrəsini də verə bilərəm sizə. Gəlin ondan necə lazımsa bir insan məndən də yaxşı insanların qulluğundadır. Məndən bir 100 dəfə yaxşı. Yəni bunu deyə bilərəm sizə. İnşallah bu dərslərin tutasın, növbəsini götürərəm inşallah. Problem yox. Növbəti ildə mən hazırlaşmaq istəyirdim imtahan sonuna görə. Həqiqətən də mənim özümə çox xoş oldu. Çox sağ olun, çox sağ olun. Təşəkkür. Digər yoldaşlarım, çox sağ olun, çox sağ olun. Mən sizə təşəkkür edirəm ki, vaxt ayırmısınız, dəyərli vaxtınızı bizə həsr edirsiniz. Dəyərli yoldaşlar, əlavəsi olan yoxdursa bağlanış eləyək. Rekordlar dediyim kimi layihənin sonunda verəcək. Birdən bu qrupdan bir nəfər, iki nəfər qoşulubsa, səhərki qrupa onları müvəqqəti qoşacağam ki, dərslərini bərpa eləsinlər. Daha hər həftə yox, ancaq bir dənə bu həftə o şəraiti yarada bilərəm. Məsəl üçün qardaş danışdığında bu gün qoşulmamışdınsa, sabah səhər mənə yazarsan, mən sənin sabah da qrup var, hər gün qrup var təzə qrupda. Əlavə eləyərəm siz onu müvəqqəti. Hə, belə yoldaşlar, belə görürəm, qardaş danışdı, Arif qardaş danışdı. Qardaş danışdı. Kifayət eləyər məncə, icazə verirsinizsə bir ayrılaq dərslərimi istirahətimizi eləyək. Çox sağ olun, təşəkkür edirəm. Bu praktiki tərəfini gələn dərsimizdə izah edəcəksiniz. Bəli, sistem işləmədir deyə. Bu sadələşdirilmiş vergi bəyannaməsinin mən nəyi var danışacağam sizə, qəti narahat olmayın. Yəni deyərsiniz mən bunu bilmirdim, misal üçün deyirəm, mən yalandan belə hərəkət edəcəyəm. Yəni ki, dərsdə görərsiniz, lap yaxşı görərsiniz. Aha, təşəkkür edirəm. Narahat olmayın. Axşamınız xeyir müəllim. Axşamınız xeyir Azər. Buyurun. Eşən müəllim, siz deyirsinizsə bizə dərslər göndərəcəksiniz bu bəyannamələrin tərtibi ilə bağlı. Bəli, bəzi dərslər. Orada ümumiyyətlə bütün bəyannamələrin tərtibi var. Yox, məndən çox sözü istəyirəm. İndi gəlin sizdən bir qardaş yoldaş kimi danışaq. Biz də bir yerdə bir soruya qazanmalıyıq, düzdür? Mənim bu bəyannamələr təliminin bir üzr istəyirəm, pulsuz versiyası yoxdur. Amma misal üçün ƏDV-nin 3 nömrəli əlavəsini izah elədiyim video var. Amortizasiyanın mənfəət bəyannaməsində necə lazım izah eləmişəm, şəxs vərəqəsini izah eləmişəm, nə bilim filanı. Belə bir dərslərim var. Onları mən 2-3 gündən bir belə hədiyyə kimi göndərəcəm. Linka tıklayarsınız, baxarsınız. Hə, bütün bəyannamələr orada, o bütün bəyannamələr yardım edir, bir ildən sonra gedib başqa iş tapırsınız. Mən indi sizə şəxsidə yazaram bəyannamələrin tərtibi ilə. Mən artıq bəyannamələri reklam eləmirəm. Bax, sənin müqəddər deyirəm. Nə var onun? Zaten bu layihəyə qoşulanların hamısına 40% endirim veriləcək. 40%. Zamat 400 manata gələcəksiniz, 250 manata gələcəksiniz. Option paket almağa. Yəni sizə endirim veriləcək, narahat olmayın. Hamıya endirim olacaq, tələsməyin. Onları danışaq. Bu layihə bir-iki həftə danışaq. Bir-iki həftə görə yola gedirik, xoşunuza gəlir, bu dərs olsa gəlir. İnşallah. Çox sağ olun, çox sağ olun. Gözəl izah edirsiniz. Çox sağ olun. İcazə əlavəniz yoxdursa bitirək dəyərli yoldaşlar. Hər həftənin, bu gün həftənin 4-ü. Hər həftənin 4-cü günü ən azı 10 həftə bir yerdə olacaq. Yəni ola bilsin tədbirimizi keçirdə yenə bir yarım ay dərs keçək. Elə eləyəcəm ki, yavaş